Hı hı. O zaman gəlin başlayaq. Əsas anlayışları danışmırıq ümumiyyətlə. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri var. 10 prinsip. Bu haqda kim danışa bilər? Qısaca deyin, çox vaxtımız getməsin buna. Buyurun. Görüm kimdir? Buyurun Ləman müəllimə. Axşamınız xeyir. Təhsil sahəsində dövlət siyasətinin 10 prinsipi var. Humanistlik, demokratiklik, millilik və dünyəvilik, bərabərlik, keyfiyyətlik, səmərəlilik, varislik, daimilik, fasiləsizlik, liberallaşma, bir də inteqrasiya. Necə dediniz? Daimilik, Daimilik, fasiləsizlik, vəhdətlik, vəhdətlik. liberallaşma. Bir də varislik var. Bəli. Aha, qısaca deyin, humanistlik deyilikdə nəyi başa düşürsünüz? Baxmısınız da videoya? Videoya baxmışam, belə çıxartmışam, oradan da oxumuşam. Düzdür, qatışdırıram humanistliklə milli dünyəvilik, amma orada prioritet sözü var. Ondan bilirəm ki, burada humanistlikdən söhbət Hər gedir. ikisində milli və bəşəri dəyərlər var, amma humanistlikdə Bəli. prioritet nə deməkdir? E, Əsas o götürülür də, əsas öndə gedən. Bəli, ən öncül, ən vacib, ən birinci olan məsələ Bəli. bizim milli və bəşəri dəyərlərimizdir. Şəxsiyyətinizin azad inkişafıdır, sağlamlıq, dözümlülükdür. Hüquq və azadlıqlarının qorunmasıdır. Yəni təhsil sahəsində Ətraf mühitə, insanlara qayğı. bəli, təhsil sahəsində ən vacib olan bizim üçün nədir? Bunlardır. Bu humanistlikdir. Aha, indi burada millilik, dünyəvilik nə oldu? Milli ümumi bəşəri dəyərlərin inkişaf olunması, qorunması, onları dialektik vəhdətdə təmin edilməsi əsasına dünyəvi təhsil sisteminin təmin olunması və inkişaf etdirilməsi. Bəli, bunu daha sadə formada izah etmişdim, yəqin ki, görmüsünüz ki, bizim milli bəşəri dəyərlərimiz qorunmalıdır, inkişaf etdirilməlidir və biz dünya təhsil sisteminə qoşuluruq və çalışırıq ki, xaricdə inkişaf edək. təhsil sistemi necə tətbiq olunursa, bizdə də onu tətbiq etməyə çalışırıq. Bu eyni zamanda dövlət standartlarında da o var ki, yəni milli bəşər dəyərlərimiz qorunmaq şərti ilə təhsil təmin olunmalıdır. Təbii ki. Əla. Əsas odur ki, bilirsiniz mən nə istəyirəm? Siz onu anlayasınız tam mahiyyətini. Əzbərləmək yox. Aha. Belə əzbərçilik olanda həqiqətən anlamaq çətin, amma o videolara baxıb sonradan bunu oxuyanda adam daha yaxşı dərk eləyir. O videolar daha kömək olur insana. Çox sağ olun. Elədir. Mən təşəkkür edirəm yoldaşlar. Aha, indi deyin zəhmət olmasa, elə siz deyin bu prinsiplərin hər birini qısa deyin. Demokratiklik nədir, Ləman müəllimə? Deməli, demokratiklik təhsil alanların azad düşüncə mühitində təhsil almağına imkan yaratmaqdır. Bir də təhsil elə bil müəssisələrində muxtariyyətin genişləndirilməsi. Muxtariyyət azadlıq kimi bir şeydir də, yəni necə başa Bəli, hüquqi şəxs olmaqda. Yəni hər məktəb öz proqramı əsasında təhsili inkişaf etdirməyə çalışır. Əla. Zaten bu muxtariyyata doğru da gedirik də. Bir sosial inkişaf strategiyası haqqında da yəqin ki, orada danışdım mən artıq. Biraz qarşısı alınır, amma ona biraz köməklik olunsa, dəstək olunsa daha yaxşı olar məncə təhsil müəssisələri daha yaxşı inkişaf eləyər. Olacaq. Elə ona doğru gedir məktəblər. Aha, bərabərlik. Deməli, bütün Azərbaycan vətəndaşlarına bərabər təhsil alma hüququnun təmin olunmasıdır. Yəni bərabər şərtlərdə təhsil almalıdır insanlar. Və hamının təhsil almasına hüquqi yardım göstərir də dövlət ki, hamı pulsuz təhsil almağı bacarsın. Təhsilli olmaq üçün dövlətimiz əlindən gələn hər bir şey eləyir. Bəli. Varislik də deyin, kifayətdir. Görürəm, öyrənmisiniz bunları. Varislik, deməli, əldə olunan bilik və təcrübələrin gələcək nəslə ötürülməsidir. Yəni biz nə əldə eləmişiksə təhsillə bağlı, qarşıdan gələn gələcək nəslə onu ötürürük, varislik veririk. Bəli. Varislik əsasında, yəni mən nəyi öyrənmişəmsə, mən öz övladına bu formada ötürülür biliklər, bacarıqlar, təcrübə və s. Aha, digər inteqrasiya.
Onu da mən deyim müəllim. Deyin, elə siz deyin. Deməli, inteqrasiya dünya təhsil sisteminin səmərəli, deməli, Azərbaycan təhsilinin dünya təhsil sisteminə səmərəli formada qoşulması, uyğunlaşması və qovuşması. Necə ki, indi hal-hazırda biz, kurikulum bizə digər dövlətlərdən gəlib də. Biz ona qoşulmağa çalışırıq 2008-ci ildən etibarən, amma müsbət tərəfləri çoxdur da, daha yaxşıdır. Yəni, ənənəvi dövrdənsə bu kurikulum üzrə dərs keçmək daha yaxşıdır. Bəli. Daha çatan yaxşı başa düşür uşaqlar. Bəli. Hər bir şey. İnanın indi məsələn dərslərdə biz süni alətlərdən istifadə edirik də, biz elektron variantdayıq, rəqəmsal məktəbdəyik. Hətta orada da bizə süni alətlərdən istifadəni verir dərs zamanı. O qədər gözəl irəliləyişlər əldə edirik. İnteqrasiya daha genişlənib. Bəli, elədir. Tamam, təşəkkür Çox edirəm. yaxşı. Buyurun, çox Əsmər sağ müəllim, olun. zəhmət olmasa deyin, təhsilin əsas məqsədi, yəni təhsil qanununda 3 məqsəd qeyd olunub. Bu məqsədləri qeyd eləyərdi zəhmət olmasa Əsmər müəllimə. Salam, axşamınız xeyir sizə müəllimə. Öncə sizə bir sual vermək istəyirdim. Bu publik hüquqi şəxs deyildir. Məktəblər publik hüquqi şəxs adını alacaqlar statusunu. Bu o deməkdirmi ki, müəllimlərin əmək haqqısı artıq məktəb büdcəsindən veriləcək, yoxsa yox? Yox müəllimə. Baxın, bir büdcə ili var, bir maliyyə ili də biz buna deyirik. Bir büdcə ili, bir maliyyə ili o deməkdir ki, Nazirlər Kabineti təhsil sahəsinə, yəni 5 pilləmiz var da bizim məktəbə qədər ümumi təhsil, peşə təhsil, orta ixtisas təhsili, ali təhsil. 5 pillə üçün maliyyə vəsaiti ayırır bir il üçün. Və bu dövlət tərəfindən maliyyələşmə biz buna deyirik. Bir də məktəblər publik hüquqi şəxs olduğu zaman məktəbin öz ayrıca bankda hesabı olacaq. Məktəbin əlavə gəlirləri olacaq. Ki, misal üçün, məktəbin deyək ki, bir növbəli qaydada fəaliyyət göstərən bir məktəbdirsə, günortadan sonra misal üçün idman zalını icarəyə verə biləcəklər. Mən üzr olaraq bilirəm. Sadəcə mən bilmək istəyirəm ki, məsələn, publik hüquqi şəxs olandan sonra məktəbdə dolayı desək hərc-mərcilik ola bilərmi? Məsələn, hansısa müəllimin daha çox əmək haqqı ilə təmin olunması, daha məsələn kimdən xoşu gəlirsə, qapıçı direktorun ona daha çox əmək haqqı yazılması xoşu gəlirsə, daha az. Elə bir şey ola bilərmi? Qeyd edirəm müəllimə. Deməli, hansı ki, məktəbin əlavə gəlirləri olacaq, maliyyə vəsaitlər təhsil alanların, təhsil verənlərin, burada çalışan təhsil işçilərinin, yəni texniki heyətin sosial müdafiəsinə yönləndiriləcəkdir. Və yaxud da ki, təhsilin inkişafına yönləndiriləcəkdir. Yəni, bu o deməkdir ki, məktəbdə ola bilər ki, az təminatlı bir müəllim və yaxud əməliyyat olunan müəllim, şagird ola bilər, texniki işçi ola bilər, məktəbin müəyyən bir maddi texniki bazasında çatışmazlıqlar ola bilər ki, bunlar aradan qaldırılacaq. Yəni, direktor kimi daha çox bəyənir, kimə daha çox dəyər verir, belə deyək, təəssüf olsun ki, belə bir hallar var. Bu şəxslərə yönləndiriləcək. Burada gərək ki, çox güclü məktəbə rəhbərliyə inam olsun da ki, büdcəni də İnamdan əlavə olaraq Əsmər müəllimə, burada hesabatlılıq olacaq, yəni. Maliyyə vəsaiti 3 manat, 5 manat hara xərcləndi, bununla bağlı hesabatlar təqdim olunacaq. Necə ki, bu qrant layihəsində deyək ki, fərdi kateqoriya üçün 10.000 manat, məktəb kateqoriya üçün 100.000 manat vəsait ayrılır və bu vəsait hara, nə qədər xərclənir, bununla bağlı hesabatlılıq müəyyən olunur. Burada da belə olacaq. Aydındırmı? Bəli, aydındır. Belə. Aha. Sualımı təqdim etmişdim, siz cavablandırdınız. Bəli, zəhmət bir də təkrarlayardınız, eşitmədim. Təhsilin əsas məqsədi nədən ibarətdir? Təhsilin əsas məqsədi? Bəli, 3 məqsədi var da təhsil qanununda. İstəyirsinizsə Alidə müəllimə desin, gözləyirik. Aha. Alidə müəllimə, buyurun. Axşamınız xeyir olsun. Deməli, Azərbaycan Respublikasında təhsilin 3 əsas məqsədi var. Birinci məqsəd ondan ibarətdir ki, vətəndaş və şəxsiyyət yetişdirmək. Bu nə deməkdir? Yəni, Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqın milli adət-ənənələrinə, demokratiya prinsiplərinə, insan hüquq və azadlıqlarına hörmət edən, hörmətlə yanaşan, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək. Əsas, yəni təhsilimizin məqsədlərindən birincisi budur. Daha sonra isə həmin bu yetişdirilmiş vətəndaş və şəxsiyyəti biz nə edirik? Müəyyən biliklərlə, müəyyən təfəkkürə malik olub, rəqabət qabiliyyətə malik olan bir mütəxəssis kadr hazırlayırıq.
Yəni vətəndaş şəxsiyyətdən keçirik mütəxəssis kadr hazırlığına. Yəni ikinci əsas məqsədimiz bundan ibarətdir. Üçüncü məqsəd isə ondan ibarətdir ki, həmin bu hazırladığımız, yəni vətəndaş, şəxsiyyət, mütəxəssis kadrları ictimai həyat və səmərəli əmək fəaliyyətinə hazırlamalıyıq. Və bunların bu hansı istiqamətdə getməlidir? Bu istiqamətdə getməlidir ki, həmin o kadrlar hər zaman öz bilik və bacarıqlarını daimi artırsın, ixtisaslarını artırsınlar. Hər zaman sistemləşdirilmiş bilik və bacarıqlara malik olsunlar. Eyni zamanda da bu malik olduqları bilik sayəsində də ictimai həyatı və səmərəli əmək fəaliyyətinə hazır olsunlar. Tamam, Alidə müəllimə çox gözəl izah verdiniz. Təşəkkür edirəm buna görə sizə. Digər yoldaşlardan zəhmət olmasa deyin, təhsil sahəsində dövlət standartları, yəni bu standart deyildikdə nəyi başa düşürük, nədir bu dövlət standartları dediyimiz? Ümumiyyətlə, belə deyək də, ümumi təhsilin dövlət standartları ayrıdır. Biz onu sizinlə keçəcəyik. 29 sentyabr 2020 361 nömrəli Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmişdir və təhsil proqramları da elə bu dövlət standartlarına əsasən hazırlanır. Ümumiyyətlə, bu dövlət standartları deyildikdə nəyi başa düşürsünüz yoldaşlar? Kim deyər? Əl qaldırın zəhmət olmasa. Ləman müəllimə, digər yoldaşlar. Ləman müəllimə bayaq cavablandırdı. Digər yoldaşlardan da gözləyirəm. Kim cavablandıra bilər? Zakir müəllim, buyurun. Axşamınız xeyir olsun müəllimə. Axşamınız xeyir olsun. Deməli, dövlət standartları normalda standart nə deməkdir? Yəni müəyyən bir prosedurdan kənara çıxmamaq deməkdir. Dövlət də yəni təhsil qanununda təhsil verənlərin ümumi orta təhsil müəssisələrində bu standart əsasında fəaliyyət göstərməyini tələb eləyir. Yəni fərdin, cəmiyyətin, dövlətin yəni standartlar əsasında onun qoyduğu standart meyarlara uyğun olaraq təhsil alanlara öz prinsipləri əsasında hazırlanması və yaxud da dövlətin tələblərini əks etdirən ümumi normaların, mən deyərdim ki, qanunların və ya normaların məcmusudur bu standart. Bəli. Misal üçün məzmunu götürək. Təhsilin məzmununa bir standart müəyyən edilibmi? Misal üçün müəllim dərsə daxil olsun, 45 dəqiqə öz istədiyi mövzunu danışa bilərmi? Yox. Bir standart. Təbii ki, yox. Düzdür? Aha, idarə olunmaya bir standart qoyulub. Bəli, aşkarlıq, şəffaflıq, Bəli. demokratiklik prinsipi əsasında. Demokratiklik. Bəli. Maddi texniki bazasına, infrastrukturuna norma qoyulub. Bəli. Bunlar hamısı Bəli, qoyulub 171 nömrəli qərarda onlar hamısı öz təsbiqini tapıb. 3 avqust 2012 Alidə müəllimə. Əla, çox gözəl. Aha, Zakir müəllim davam edin. Müəllimə, bu standart belədir də, standartlar əgər olmasa, mən belə bunu anlayıram, pərakəndəlik baş verər, yəni dövlətin bugün bizdən tələb etdiyi normalar isə həyata keçirə bilmərik. Yəni bizim dərs deməyimizdir və yaxud da təhsil alanların dərsi qavramasıdır. Bunlar hamısı normal standartlar əsasında olmalıdır ki, ortaya effektli bir layihə və ya effektli bir iş çıxara bilək. Bəli, Zakir müəllim. Bu standartlar harda əsas götürülür? Nə kimi yəni anlamadım. Baxın, hansı hallarda bu standartlar əsas götürülür. Bax, burada təhsil qanununda elə qeyd olunub bu, ona görə yadıma düşdü. Təhsil müəssisəsinin deyək ki, akreditasiyası həyata keçirilir. Akreditasiya prosesini bilirsiniz də, yəqin ki, video izahda təqdim edilir. Akreditasiya həyata keçirilən zaman yenə də akreditasiya prosesi nədir? Dövlət təhsil standartlarına uyğundurmu, deyilmi? Yoxlanılması. Statusun müəyyənləşdirilməsidir. Bəli, status müəyyənləşdirilməsi prosedurudur. Yəni akkreditasiyada burada məzmun yoxlanılır, idarə olunma yoxlanılır, təhsil alanların bilik, bacarıq səviyyələri, keyfiyyət göstəriciləri, bəli. Göstəriciləri və s. Bəli, akkreditasiyada bu əsas götürülür. Başqa hansı halda deyək ki, digərlərini siz Olar müəllimə deyim. Olar deyin, Alidə müəllimə. Deməli, burada dövlət standartları ümumiyyətlə standart dedikdə biz ümumi normalar məcmusu, yəni konkret normalar məcmusu nəzərdə tutulur və bu da təbii ki, təhsil sahəsində isə deməli təhsil müəssisəsinə aid olmalıdır. Burada təhsil müəssisəsinin fəaliyyətidir, sonra təhsilin səviyyəsidir, təhsil alanların nailiyyətlərinin qiymətləndirilməsidir. Bayaq qeyd etdiyiniz kimi akkreditasiya məsələsində, yəni bu standartlar, meyarlar əsas götürülür. Bir də attestasiyada.
Bir də bu dövlət standartları, bəli, dövlət standartları, biri var ümumi təhsilin dövlət standartları. Bayaq siz qeyd etdiyiniz kimi 29 sentyabr 2020-ci il 361 nömrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı. Bir də var ki, xüsusi təhsilin dövlət standartları. Bu da sağlamlıq imkanları məhdud olan şəxslərin təhsili üçün xüsusi təhsilin dövlət standartları artıq, yəni ayrıca bir formada təsbit olunur və müəyyənləşdirilir. Bəli, bəli, düzdür, düzdür. Ümumiyyətlə tədris dili ilə bağlı nə qeyd edə bilərik yoldaşlar? Ümumiyyətlə biz bilirik ki, tədris dili dövlət dili Azərbaycan dilidir. Amma məktəblərimiz var ki, burada tədris digər dillərdə də aparıla bilər, amma burada müəyyən şərtlər qeyd olunub. Hansı şərtlərdir bunlar? Kim deyə bilər? Gözləyirəm, əl qaldırın, zəhmət olmasam. Aygül müəllimə Şərifova, buyurun. Axşamınız xeyir olsun. Mən ilk dəfədir qoşuluram sizin dərsinizə Zülfiyə müəllimə. Ola bilər ki, birdən səhv deyərəm, üzrü sayın. Biz bilirik ki, deməli Azərbaycan Respublikasının təhsil müəssisələrində tədris dili dövlət dili, yəni Azərbaycan dilidir. Və tədris digər əgər dillərdə aparılırsa, yəni ümumi təhsil müəssisələrində, orada deməli Azərbaycan dili, ədəbiyyat, tarix, coğrafiya bu fənlər tədris olunmalıdır. Amma burada bir məsələ var da. Azərbaycan dili, misal üçün musiqi sektoru olan məktəblərdə Azərbaycan dili tədris olunur, düzdür? Bəli. Azərbaycan tarixi bəs? Rus dilində. Xeyr, müəllimə, təəssüf ki, baxın, keçən ildən siz düz qeyd etmədiniz. Keçən ildən artıq Azərbaycan tarixi, yəni İstoriya Azərbaycanı bu Azərbaycan dilində tədris olunur və ümumi tarix, всеобщая istoriya deyirik də, bu Rus dilində tədris olunur. Ədəbiyyat, bir də coğrafiya var. Ədəbiyyat da artıq Cənab nazirin çıxışında qeyd etdi ki, Azərbaycan ədəbiyyatı da artıq gözlənilir ki, gələcək üçün siz da onu Azərbaycan dilində tədris edəcəksiniz. Daha doğrusu, əgər Azərbaycan dili ədəbiyyat müəllimisinizsə. Coğrafiya hələ ki nəzərdə tutulmur, amma ədəbiyyat nəzərdə tutulur. Aha, bunları da qeyd etdiniz. Əlavəniz varmı müəllimə? Əlavəmiz deyə bilərəm ki, burada icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, məsələn, tədris dilini zəif bilən təhsil alanlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və təhsil proqramlarına uyğun hazırlıq sinifləri, kursları təşkil olunur həmin tədris dilində. Tədris dilində yox, Azərbaycan dilini zəif bilən şagirdlər üçün, onlar üçün əlavə kurslar, qruplar təşkil olunur. Hazırlıq sinifləri, kurslar, bəli. İlk dəfədir, yəni mən biraz ola bilər ki... Narahat olmayın Aygül müəllimə. Burada bizim əslində bu dəqiqə onlayn dərsimiz olan vaxtı həmin dərsə mən linki göndərdim ki, yoldaşlar üçün faydalı olar və kimsə olur ki, sınaq dərsə qoşulmaq istəyir və s. Dedim ki, bəlkə kimlərsə üçün faydalı olar, kimlərsə üçün sınaq bir dərs kimi olar, qoşularlar, belə. Təşəkkür edirik. Tamam, təşəkkür edirəm. Təhsil proqramları, bildiyimiz kurikulumlar, bununla bağlı nə qeyd edə bilərik yoldaşlar? Mən yoldaşlara əvvəlcədən videonu göndərmişdim bizim qrupun yoldaşlarına. Onlar videonu izləyiblər, ona görə də mənim izahlarıma uyğun olaraq cavabları təqdim edirlər. Amma kimlər ki, dərsdə iştirak etməyib, narahat olmayın. Buyurun Zakir müəllim, təhsil proqramları, kurikulum. Təhsil proqramları dövlət təhsil standartlarına uyğun təhsil pillələri və səviyyələr üzrə təhsilin məzmunu, qaydalarını müəyyənləşdirən bir amildir. Burada məsələn tədris planlarıdır, tədris proqramlarıdır, metodik təlimatlardır, qiymətləndirmə meyarlarıdır, texnologiya daxildir bunlar. Bəli, bunu belə ayrılıqda yadda saxlayın, çünki bu sertifikasiyada da belə suallar düşür. Yəni təhsil proqramlarına nələr daxildir deyə sertifikasiyada sual düşür. Təhsil qanununun xüsusilə sertifikasiyada suallar düşür. Tədris plan, fənlər üzrə deməli, təhsil proqramları, tədris proqramları, metodik təminatla bağlı tövsiyələr, hansı ki bu müəllimlərin metodik vəsaitləri ki var, qiymətləndirmə, bir də təhsil texnologiyaları burada daxildir. Aha, tamam, burada başqa... Bəs əlavə təhsil, distant təhsil üçün deyir ki, xüsusi, daha doğrusu müvafiq təhsil proqramlar tətbiq olunur. Bunu necə başa düşürsünüz, Zakir müəllim? Əlavə təhsil və distant təhsillə bağlı müəllimə, məncə bunu icra hakimiyyəti tərəfindən yəni müəyyənləşdirilir. Yox, əlavə təhsil bilirsiniz nədir?
Mənim bir bakalavr təhsilim var. Mən Hı hı. ikinci əlavə bakalavr təhsili alıram. Bu mənim əlavə təhsilim olur. Və yaxud da ki, mən dərəcəmi yüksəltmək istəyirəm. Bakalavr təhsilim var və mən magistr təhsilini alıram. Magistr Hı təhsilim hı. var, dərəcəmi artırıram, doktoranturada təhsil alıram. Bu mənim əlavə təhsilim olur. Əlavə təhsildə belədir ki, bax deyək ki, mən bakalavr təhsili bir dəfə bakalavr təhsili almışam, ikinci dəfə bakalavr təhsilini oxuyuramsa, o zaman mən birbaşa ikinci kursa qəbul olunuram və burada müvafiq təhsil proqramları tətbiq olunur. Yəni mənə artıq birinci bakalavr təhsilimdə, birinci ali təhsildə mənə tədris edilən fənlər artıq ikinci təhsildə, əlavə təhsildə keçirilmir. Yəni ona görə də müvafiq. Onlar nəzərə alınır da, orada kreditlər var. O bəli, kreditlər bəli. nəzərə alınır. Bəli, distant təhsildə də burada müvafiq təhsil proqramları tətbiq olunur da. Yəni indi biz artıq gördünüz yəqin ki, cənab nazirin çıxışını qeyd etdik ki, distant təhsil üzrə də artıq müəyyən işlər aparılır və ucqar kənd məktəblərində artıq distant təhsil həyata keçiriləcək gözlənilir. İndi görək orada elə dediyimiz bu müvafiq təhsil proqramları tətbiq olunacaq. Şagird sayı az olan məktəblərdə müəllimə, eləmi? Bəli, bəli, az komplektli məktəblərdə, az komplektli məktəblər hansı məktəblərdir? Şagird sayı 100 nəfərdən az olan məktəblərdir ki, bəli, onlar artıq gözlənilir ki, onlar distant təhsilə keçəcəklər. Aha, tamam, təşəkkür edirəm yoldaşlar. Təhsil qanununda belə əlavə deməli müsahibədə veriləsi sualları istəyirəm sizə təqdim edim. Aha, təhsilin formaları, təhsil alma formaları, bunları da qısaca deyək, keçək əsas mövzumuza. Təhsilin forması var, bir də var təhsil alma forması. Mən hansı formada təhsil alıram? İnformal, qeyri-formal. Müəlliməm, bizim dərsimizin qaydaları var. Biz əl qaldırmırıq. Yoldaşlar əl qaldırmadan heç kim cavab təqdim etmir. Çünki bilirlər qaydaları. Xahiş edirəm sizdən. Xatirə müəllimə, deyin zəhmət olmasa təhsilin formaları, təhsil alma formaları. Buyurun Xatirə müəllimə. Deyirəm müəllimə bir dəqiqə. Deməli, təhsilin formaları birinci formal olur, sonra qeyri-formal olur. Yəni ki, təhsil alma formaları isə əyani olur, qiyabi olur, distant olur. Yəni məsafədən asılı olaraq sərbəst, bir də eksternat olur. Yəni bu cür. Dedik ki, təhsilin 3 forması. Formal, qeyri-formal, informal. Formalı necə başa düşürsünüz? Formal təhsil alma forması. Təhsilin təşkili qaydaları, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Baxın, formal təhsildə sonda dövlət sənədinin verilməsi ilə başa çatır. Bu bizim məktəblər. Məktəbi şagirdlər bitirdi, attestatla təmin. Düzdür? Məzunlara attestat təqdim olunur. Universiteti bitirdilər, diplom təqdim olunur. Bax, bu formal təhsildir. Sonda dövlət sənədinin verilməsi ilə başa çatan təhsilin forması. Aha, deyin Zeynalova müəllimə zəhmət olmasa, qeyri-formal, informal təhsil nə deməkdir? Sağ olun müəllimə, hər vaxtınız xeyir. Deməli, qeyri-formal təhsil odur ki, bu təhsildə heç bir sənəd, dövlət sənədi verilmir sonda. Hər hansı bir dərnəklər ola bilər, kurslar ola bilər, onları bitirəndə sertifikat ala bilər. Ancaq bu dövlət sənədi hesab olunmur. Bu qeyri-formal təhsildir. İnformal təhsil isə özü evdə sərbəst olaraq hər hansı bir təhsilə, yəni təhsil almaqdır. Özünə təhsil verməkdə, yəni belə deyək. Təhsil yolu ilə biliklərə yiyələnmə qaydası. Bəli, heç hansı bir sənəd, dövlət sənədi və sair sertifikat falan verilmir. Mən gedirəm kitabxanada, əyləşirəm orada müvafiq dərsliklər, vəsaitlər orada özüm deyək ki, biliklər əldə edirəm. Bu informal təhsildir. Ya da ki internetdən, ya da ki kimdənsə nəyisə öyrənəm. Bu informaldır. Aha, tamam. Təhsil alma formaları dedik, əyani, qiyabi, distant məsafədən, sərbəst, eksternat. Aha, bunları kimlər qeyd edəcək? Yoldaşlar əl qaldıraq. Gülümsər müəllimə deyin. Axşamınız xeyir. Yəni bu bildiyimiz hər gün belə deyək məktəbə gedirik və yaxud da ali məktəbə gedirlər. Yəni bildiyimiz budur. Qiyabi bu semestrdən semestrə imtahan verirlər. Sessiya dövründə iştirak edirlər. Bəli, iştirak edirlər. Distant dediyimiz məsafədən təhsil almaqdır. Bu hansısa bir fövqəladə hallar baş verər və yaxud da dövlət hansısa bir
Bəli, onlayn qaydada bildiyimiz. Eksternatın da orada qolu var idi. Biri var idi ki, evdə təhsil. Eksternatın evdə təhsili yoxdur. Bu necə evdə oldu? Eksternatın 2 qolu var. İki qolu var. Bir var vaxtından Vaxtından əvvəl. bu daha bir istedadlı şagirdlər üçün nəzərdə tutulmuş var Bizdə idi. oxuyan şagird 4-cü sinifə keçir. Aha, 8-də oxuyanlarsa 10-da. Yalnız bir dəfə bir pillə mümkündür bu. Pillə yox, səviyyə. Səviyyə, yalnız bir dəfə vaxtı 3 səviyyədən birini vaxtından əvvəl birini bitirmək imkanı. vaxtından əvvəl bitirə bilər. Onun da özünün qaydaları var idi. Bir də var idi Bir də var eksternat qaydasını özü imtahanda iştirak edərək özü imtahanda attestata müraciət edirdi. Yəni özü deyək ki, müxtəlif səbəbdən təhsildən kənarda qalıb, məktəbə gələ bilməyib və attestatını ala bilməyib, müraciət edir məktəbə. Həmin eksternlər üçün aralıq imtahanı təşkil olunur və sonra Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada imtahanlar təşkil olunur. Attestasiya, yekun attestasiya deyirik də biz buna, attestasiya deyək, belə deyək, daha düzgün olsun. Yəni imtahanlar təşkil olunur və onlara müvafiq eksternat qaydasında attestat verilir və eksternat qaydasında da qeyd olunur. Tamam, təşəkkür edirəm. Bir də 3 əlavə var. Mən bunu həmişə 4+3 kimi qeyd edirəm. Yəqin ki, videoda da izləmisiniz. 4+3 qeyd etdim. Kim videonu izləyibsə bir dənə əl qaldırın. 4+3. 3 nə idi? Bunu qeyd edək. Zakir müəllim deyin. Fərdi təhsil. Mənə bir də zəhmət olmasa təkrar eləyərdiniz. Səs qırıldı, mən eşitmədim. Stasionativ. Təhsil almaq formasını 4-ünü dedi müəllimə. 4+3-ü qaldı burada. Mən bunları həmişə 4+3. Təhsil evdə təhsil var, fərdi təhsil var. Bir də stasionar təhsil var. Stasionar, bəli. Evdə fərdi stasionar var. Bəli. Evdə təhsil nədir? Kimdir? Adəm müəllimə deyin. Deyə bilərəm müəllimə. Evdə təhsil deməli sağlamlıq səbəbindən təhsil proqramlarını təhsil müəssisəsində yəni yerinə yetirə bilmirsə, bu zaman deməli müraciət əsasında yaxınlıqda yerləşən ərazidə müvafiq təhsil müəssisəsinin direktorunun adına ərizə ilə valideyn müraciət edir və şagird evdə fərdi təhsilə cəlb olunur. Yox, evdə təhsilə üzr istəyirəm. Evdə təhsilə cəlb olunur. Fərdi qaydada eləyə bilərsiniz, amma evdə fərdi demirik. Aha, evdə təhsilə cəlb olunur, səhv dedim, bəli. Daha sonra isə fərdi təhsil 2 istiqamət üzrə gedir. Biri ümumi təhsilin, ümumiyyətlə ümumi təhsilə cəlb olmayanlar və yaxud da ümumi təhsilin hər hansı bir pilləsindən, belə deyək, təhsildə kənardan qalanlar. Biri də xüsusi istedadı ilə deməli seçilmiş xüsusi düşüncəyə malik olan, yəni şagirdlərin təhsilidir. Bəli, müəyyən bir istiqamətlər üzrə texniki, təbiət, riyaziyyat, informatika, hansısa bir sahə üzrə, yəni bunlar yəni 3 nəfərdən, maksimum 3 nəfərdən ibarət olmaqla xüsusi olaraq deməli fərdi qaydada təhsil cəlb olunurlar. Bir də stasionar təhsil, əgər şagird sağlamlıq vəziyyəti ilə əlaqədar 21 gündən artıq müddətdə təhsil müəssisəsinə gedə bilmirsə, bu zaman o müalicə alındığı belə deyək də tibbi müəssisədə həmin müəssisənin baş həkiminin qərarı əsasında, yəni rəyi əsasında elə həm orada təhsil işçiləri tərəfindən təhsilə cəlb olunur. Burada neçə gün müddət müəyyən olunur? 21 gün. 21 gün. Tamam, təşəkkür edirəm yoldaşlar. Təhsil qanunu belə burada yekunlaşdıraq. Çünki bizim bugün situasiyadan biz dərslərə başlayırıq dedik və gəlin başlayaq əsas yeni mövzu üzrə dərsimizə. Mənə sualınız varmı? Hər hansısa sualınız varsa buyurun. Mən sual verə bilərəm bir dənə. Şəxsi sualdırsa şəxsiyə zəhmət olmasa yoldaşları Yox, bu mövzu ilə bağlı. Buyurun. Burada eksternat təhsildən getdi də söhbət. Bu eksternat təhsilinə məsəl üçün sinifdən sinifə, 3-cü sinifdən 5-ci sinifə 8-dən keçmə var da. Bunu sinif rəhbəri ayırd edir o şagirdləri, yoxsa valideyn özü ərizə verir, yəni uşağı təhsili bir səviyyə qaldırmaq üçün, onu bilmək istəyirdim. Biz bunu ayrıca bizim mövzumuz olacaq, bunu keçəcəyik, narahat olmayın, amma qısaca burada məlumat verim sizə yenə də. Deyək ki, ibtidai sinif şagirdidir, 3-cü sinifdən, yalnız 3-cü sinifdən 4-ə, yəni 3-dən 5-ə, 4-dən 5-ə olmur.
3-cü sinifdən Aha. 4-cü sinifə, 8-dən 9-a, 10-dan 11-ə. 3-cü sinifdirsə, ibtidai sinifdir də bu. Sinif müəllimi bir də Bəli. ki, sinif müəllimi ilk öncə məktəbin direktoruna təqdimat yazır. Bu təqdimat Aha. əsasında təbii ki, psixoloqun rəyi nəzərə alınır, pedaqoji şura keçirilir, valideyn dəvət olunur, valideynin razılığı olmalıdır, pedaqoji şurada qərar qəbul olunmalıdır, pedaqoji şuranın qərarından çıxarış, məktəb direktorunun müşahidə məktubu, ondan sonra şagirdin sağlamlığı barədə arayış, bu 3 sənəd göndərilir təhsil idarəetmə orqanına. Orada xüsusi bir komissiya qrupu var ki, bunu həmin şagirdi dəvət edirlər, biliklərini yoxlayırlar. Orada 6 istiqamət üzrə. Onları biz keçəcəyik. Ayrıca vaxtınızı almaq Aha. istəmirəm. Aydın. Sonra da yenə orada 2 sənəd olur, hansı ki, həmin komissiyanın rəyi, regional və yaxud Bakı Şəhər Təhsil İdarəsinin məktubu göndərilir nazirliyə. Nazirlikdə mütəxəssis qrupu var. Onlar araşdırır. Bu 3-cü etapdır. 4-cü etap da ki, burada birbaşa rəhbərlik, nazirliyin rəhbərliyi, ya cənab nazirin özü, ya müavinlər sonda konkret rəy verir ki, məqsədə uyğundur ya deyil. Məqsədə uyğundursa, həmin şagird ikinci yarım ildən artıq 3-cü sinifdə yox, 4-cü sinifdə təhsilini davam etdirir. Bunu biz geniş formada keçəcəyik, danışacağıq. Sadəcə mən qısaca sizə məlumat təqdim etdim və belə aydın oldu mu Xatirə müəllimə? Oldu. Çox sağ olun, çox sağ olun Təşəkkür müəllimə. edirəm. Buyurun. O zaman gəlin başlayaq bizim əsas situasiyalarımıza. Deməli, yoldaşlar, bir dəqiqə ekran paylaşımını edim sizin üçün. Yeni qoşulan yoldaşlarımızı da salamlayıram. Xoş gördük sizi. Situasiya suallarını görürsünüzmü yoldaşlar? Hər kəs görür ekranı. Bəli, bəli, Bəli. müəllimə, rahat görürük. Əla, əla. Bu sualları mən sizə göndərmişdim və bizim belə deyək də belə bir situasiya suallarımız çoxdur. Hər dərs üçün mən sizə belə bir situasiya sualları göndərəcəm və situasiya 1 bu fevral ayında keçirilən 2026-da müsahibə keçirildi. Həmin müsahibədə təqdim olunan suallardır. Həmin suallar üzrə həm suallar görürsünüz burada qeyd olunub və hər birinin cavabları qeyd olunub. Bu formada sizə materiallar göndərəcəm və belə materiallar çoxdur. Həm də plus əlavə olaraq may ayı üzrə də keçirilən müsahibədə təqdim olunan daha doğrusu suallar, həmin suallar üzrə yenə də həm sual, həm cavab, onları mən sizə təqdim edəcəm. Bu formatda bizim dərsimiz davam edəcək. Yəni situasiyalar üzrə bugün bizim birinci dərsimizdir və düşünürəm digər yoldaşlar üçün də faydalı olacaq. Və hər dərsdə yenə də eyni qaydada həm situasiya sualları təqdim olunacaq sizə və paralel olaraq hər dərsdə 1, 2, 3 video göndərəcəm sizə ki, vaxt baxımından biz müsahibə başlayana qədər çatdıra bilək. Çünki müsahibə vaxtına çox da vaxtımız yoxdur. İyun ayının ilk həftəsində artıq qeydiyyat gözlənilir və bu qeydiyyat prosesindən təxmini 2 həftə, 1 ay sonra artıq dəvətlər gəlir. Ona görə də siz vaxt itirməyin. Mən göndərdiyim materialları, video izahları geniş formada izləyin, oxuyun, dərsdə sual-cavabda da iştirak edin. Suallar burada təqdim olunub, yəqin ki görürsünüz. Mən həm cavablara keçid edim, həm suallar burada yenə də qeyd olunub və bizim belə deyək də bu situasiya dərslərimiz yenə də mən həm izahlarımı təqdim edəcəm, amma yenə də sizin fikirlərinizi də istəyərəm ki, qeyd edərsiniz. Niyə? Çünki müsahibəyə getdiyiniz zaman əsasən müdavimlərdə mən nəyi aşkar etmişəm son zamanlarda görürəm ki, kimlər ki daha çox sual-cavabda iştirak edir və dərsdə belə deyək də aktiv olan yoldaşlar, onlar müsahibədə daha sərbəst olurlar, daha rahat öz fikirlərini ifadə edə bilirlər. Ona görə də bizim üçün bu sual-cavab və kommunikasiya bizim üçün çox vacibdir. Ümumiyyətlə, istedadları necə aşkar edirsiniz? Sual belədir. Və İlk öncə bunu qeyd edim ki, biz adətən istedadlı uşaqları cavablandırmaq istəyirsinizsə, buyurun, deyin cavabınızı, sonra mən öz fikirlərimi əlavə qeyd edim. Aha, mən sizi görmürəm, bir dəqiqə. Müəllimə, olar deyim. Bir dəqiqə, deyin, Əldə müəllimə, deyin.
Aha. Deməli, istedadların aşkar edilməsi üçün tədris ilinin təbii ki, əvvəlində təlim-tərbiyə işləri üzrə direktor müavini, sinifdən xaric və məktəbdən kənar işlər üzrə təşkilatçı, uşaq birliyi rəhbəri və psixoloq, fənn müəllimləri, sinif rəhbərləri bu işə cəlb olunur. Şagirdlərin istedadlarının istiqamətləri müəyyənləşir. Ola bilsin ki, həmin şagird hansısa bir akademik, yəni biliklər sahəsində, yəni istedadlıdır, yəni qeyri-adi düşünmə qabiliyyətinə malikdir, məntiqi təfəkkürü, riyazi təfəkkürü yüksək səviyyədə inkişaf edib. Ola bilsin ki, hansısa bir məktəbdən kənar fəaliyyətdə, məsələn, bədii və yaradıcılıq sahəsi üzrə bunların diaqnostikası aparılır. Əgər məsələn hər hansı bir şagird, məsələn, akademik yönümlü istedadı varsa, bu fənn müəllimləri tərəfindən diaqnostika aparılır. Diaqnostika aparıldıqdan sonra həmin şagirdin istedad sahəsi müəyyənləşir. İstedad sahəsinə uyğun olur. Məsələn, mən məktəbdə belə tətbiq edirəm hal-hazırda özüm. Deməli, fərdi inkişaf planları hazırlanır. Həmin siniflər üzrə müəllimlər, sinif rəhbərləri, psixoloq, uşaq birliyi rəhbəri siyahı formasında təqdim olunur və xüsusi istedadlı seçilmiş şagirdləri artıq müəyyənləşdiririk ki, biz bu uşaqların hansı sahə üzrə işləyir. Əgər məsələn bədii və ya da yaradıcılıq qabiliyyəti olan uşaqlar varsa, onları məktəbdə təşkil olunmuş dərnəklərdə həmin istiqamət üzrə istiqamətləndiриrik və bunu da məktəb tədbirlərində və digər belə deyək də yaradıcılıq sahəsində istifadə edirik. Yox, əgər məsələn hansısa bir bilik yönümlü, daha doğrusu akademik göstəriciləri yüksək olan şagirdlər varsa, artıq onlar üçün fərdi inkişaf planları hazırlanır. Həmin şagirdlərlə xüsusi məşğul olur və onların aylar üzrə təhlili aparılır. Valideynlərlə görüş keçirilir. Ehtiyac yarandığı halda həmin şagirdə əlavə, məsələn, fənni tədris edən müəllimdən başqa əlavə, yəni müəllimlər də yəni bu işə cəlb olunur. Bu və digər müsabiqə, respublika fənn müsabiqələrində, olimpiyadalarda, Lütfizadədə, yəni bunlarda da iştirakı təmin edilir. Mütləq. Bir də əlavə olaraq istedadlı şagirdlər üçün bayaq da qeyd etdiniz, fərdi təhsil təşkil olunur. Hansı ki 5-9-cu siniflərdə. Bəli, hə, unutdum onu, bəli. Həm də bu istedadlı Onlar müəllimə bir dəqiqə müəllim, həm də bu istedadlı şagirdlər eksternat qaydasında bir səviyyəni vaxtından əvvəl bitirə bilirlər. Bunu da danışırıq. Bizdə indi əsas məktəbdə Zülfiyyə müəllim elə bil ona yanaşdım. Düz deyirsiniz. Əhatəli müsahibədə əhatəli danışmaq lazımdır ki, biz əsas məqsədimiz nədir ki, fənn müsabiqəsində və ya fənn respublika fənn olimpiyadalarında uşaq hazırlayaq deyə əsas istiqamətimiz o yöndür. Ancaq təbii ki, müraciətdən asılı olaraq əgər valideyn istəyirsə ki, övladın və ya da şagirdin özü bunda maraq varsa, təbii ki, yəni o dediyiniz sahə üzrə də öncədən, yəni təhsilin bir belə deyək səviyyəsindən digər səviyyəsinə və ya da pilləsinə keçmək üçün də təbii ki, müraciət edə bilər. Təbii ki, mütləqdir. Zakir müəllim, nəsə qeyd edirdiniz? Təşəkkür edirəm Alidə müəllimə gözəl geniş cavabınız üçün. Buyurun Zakir müəllim. Əgər müəllimə bir dənə məlumat vermək istəyirdim, həm sizin üçün, həm də yoldaşlar üçün bəlkə maraqlı ola bilər. Mən bundan öncə müsahibədə də belə sual ünvanlamışdı mənə. Deməli, mən orada cavab verdim ki, məsələn, istedadın aşkar edilməsi təbii ki, birinci direktorun səlahiyyətləri çərçivəsindədir, amma yəni direktorla yekunlaşmır, bu sinif müəllimlərinə, sinif rəhbərlərinə də düşür. İstedad deyəndə də tək bunun elə elmi baxımından biz nəzərdə tutmamalıyıq. İstedad var ki, məsələn, rəsmə meyli var, musiqiyə meyli vardır. Bəli, onlar mənə sual verəndə mən dedim ki, məsələn, mən ilk öncə əgər siz mənə etibar edib direktor təyin etsəniz, mən istedad bankası yaradacağam məktəbdə. Yəni məsələn, bizim 10 dənə musiqiyə meylli uşağımız var, 20 dənə tutaq ki, humanitara meylli uşaqlarımız var və yaxud da 30 dənə dəqiq fənlərə. Bu, onlar tərəfindən çox yaxşı qarşılandı və bəyəndilər həqiqətən də. Mənim üzr istəyirəm, mən onu unutdum. Məsələn, öz məktəbdə çox üzr istəyirəm müdaxilə. İstedad bankı, bəli, bizdə də var məktəbdə və o çox bizim, belə deyək də, yaxşı mənada işimizə də yarayır və biz uşaqları dediyimiz sahələr üzrə İstedad bankı, Zülfiyyə müəllimə, hər il bizdə oktyabr ayına qədər yekunlaşır, o yenilənir, yekunlaşır. Məsələn, əvvəlki illərin şagirdləri varsa, tamam bilirik bu hansı sahədir. Ola bilsin yeni gələn şagirdlər və ya da şagirddə hansısa bir yeni istedad varsa, onu da ora istedad bankımıza əlavə edirik və bu da təlim-tərbiyə işləri direktor müavini, təşkilatı, psixoloq UBR-də də bu, yəni məlumatlar hamısı olur, siyahı. Tamam, təşəkkür edirəm hər birinizə. Yoldaşlar, indi mən də biraz öz fikirlərimi əlavə edim. Bəli, siz çox geniş danışdınız, dəyərli fikirlərinizi qeyd etdiniz. İstedad bankı haqqında da danışdınız, bunları da qeyd edəcəm. Ümumiyyətlə, biz istedadlı şagirdləri məktəbdə aşkar edirik, amma mən bunu həmişə deyirəm dərslərdə. İstedadlı uşaqlar artıq məktəbə qədər təhsil müəssisələrində aşkar olunmalı. Yəni, bağçalarda artıq
məktəbəqədər təhsil müəssisələrində istedadlı uşaqlar aşkar edilməlidir ki, bu 3-6 yaşı əhatə edir. Bunu müsahibədə qeyd etməyi unutmayın. Və təbii ki, bağçalarda, yəni məktəbəqədər təhsil müəssisələrində istedadlı uşaqlar deyildikdə burada hansı uşaqlar nəzərdə tutulur? 3-6 yaşlı uşaqlardır ki, onlar rəsm çəkmək qabiliyyəti ola bilər ki, deyək ki, vurma cədvəlini bilən uşaqlarımız var, 3-6 yaşlı var. Belə istedadlı, belə deyək də, fərqli bir düşünən uşaqlar nəzərdə tutulur. Təbii ki, belə bir uşaqlarımız var və ondan sonra da elə istedadı aşkar etmək elə məktəbə hazırlıq qrupu, bu 5 yaşlıların qrupu ki var, məktəbdə məktəbə hazırlıq qrupu. Bu qrupda da artıq istedadlar aşkar edilməlidir. Elə bu məktəbə hazırlığın məqsədinə də bu əlavə edilmişdir. Ona görə də istedadı aşkar etmək üçün hal-hazırda yəni baxın, müəllimlər müxtəlif fikirlər qeyd etdi. Alidə müəllimə çox gözəl fikirlər qeyd etdi. Zakir müəllim qeyd etdi. Bəli, xüsusi bir belə deyək də metodlar, xüsusi bir təsdiq olunmuş standart normalar yoxdur. Biz bunu bildiyimiz qaydada, yəni diaqnostik qiymətləndirmə dedik, müəyyən yarışlar, olimpiadalar, dərsdən kənar fəaliyyət, burada qeyd etmişəm, müşahidə, sorğular və s. əsasında biz həmin istedadları aşkar edirik, istedadlı uşaqları. Amma təhsil inkişafı üzrə dövlət strategiyasını yəqin ki oxumusunuz. Əgər yeni qoşulan yoldaşlara deyirəm, digər yoldaşlarımız bizim qrupda olan, biz zaten onu keçəcəyik. Təhsil inkişafı üzrə dövlət strategiyasını biz bilirik, hansı ki 24 oktyabr 2013 13 nömrəli cənab prezidentin sərəncamı ilə təsdiq edilmişdir. Bu strategiyada qeyd olunub ki, yəni artıq gözlənilir ki, istedadlı uşaqları aşkar etmək üçün xüsusi bir psixometrik vasitələr hazırlanacaqdır. Yəni artıq məktəblərə bir standart bir normalar tətbiq olunacaq ki, ona uyğun biz istedadlı uşaqları aşkar edəcəyik. Amma hal-hazırda biz onları bildiyimiz qaydada, yəni diaqnostik qiymətləndirmə apararaq, müəyyən bir debat klubları təşkil edərək və yaxud sorğular anonim təşkil edərək və yaxud o seçki qutularını, mən həmişə deyirəm, seçki qutularını hazırlayaraq müəyyən bir şagirdlərin fikirlərini o həmin qutulara ata bilərlər və orada biz istedadlı uşaqları aşkar edə bilərik və yaxud müəyyən bir bu dəqiqə hal-hazırda bu ay üçün, may ayı üçün bizim region üzrə riyaziyyat informatika fən aylığıdır. Bu riyaziyyat fən informatika aylığı dövründə biz müəyyən debatlar, yarışlar, açıq dərslər və s. əlavə bir belə deyək də fəaliyyətlər təşkil olunur. Təbii ki, bu fəaliyyətlər nəticəsində yenə də biz hər ay üçün, yəni hər ay üçün ayrı-ayrı fən aylıqları keçirilir və biz bu istedadlı uşaqları əlavə olaraq yenə də istedad bankımız olsa da yenə də onları aşkar edirik. Bəli, bunları da istifadə edə bilərik bir metod olaraq, müşahidə ola bilər. Amma burada ən vacib məsələ, biz sinif rəhbəri haqqında əsasnaməni danışmışıq sizinlə və sinif rəhbəri haqqında əsasnamədə də elə qeyd olunub. Birinci istedadlı uşaqları aşkar etmək üçün ilk növbədə sinif rəhbərin vəzifəsidir ki, bu uşaqları aşkar etsin. Necə aşkar etməlidir? Təbii ki, fən müəllimlərinin köməyi vasitəsilə. Sinif rəhbəri həmin uşaqları aşkar etməlidir və biz bilirik ki, ilk dərsimizdə biz sizinlə danışmışdıq. Deməli, həm tədris, təlim, tərbiyə işləri üzrə direktor müavinin, həm sinifdən xaric məktəbdən kənar işi üzrə təşkilatçının istedad bankı olmalıdır. Yəni, bu istedadlı uşaqları sinif rəhbəri aşkar edərək, həm tədris müavini, həm təşkilatçıya bu uşaqların, yəni kimlər olduğunu, hansı sahə üzrə istedadları olduğunu müəyyən edərək onları təqdim etməlidir. Ona əsasən iş planı hazırlanmalıdır. Hər bir istiqamət üzrə, istiqamət dedikdə, misal üçün təmayül istiqaməti üzrə istedadlı şagirdlər ola bilər, ondan sonra texniki ola bilər, təbiət ola bilər, incəsənət üzrə, idman sahəsi üzrə və s. ola bilər. Həmin şagirdlər üçün ayrıca bir fərdi inkişaf planlar hazırlanmalıdır və bu istiqamətdə işlər aparılmalıdır. Və təbii ki, biz əlavə olaraq məşğələlər keçiririk. Əlavə məşğələlər ki, həmin şagirdləri həm LMO, yəni Lütfüzadə adına məntiq olimpiadasına, RFM, Respublika fən olimpiadasına, fən müsabiqəsinə, daha doğrusu Respublika fən olimpiadalarına, RFO bu və müxtəlif müsabiqələrə hazırlamaq məqsədi ilə biz şagirdlər üçün əlavə olaraq həm məşğələlər də təşkil edirik. Düşünürəm, bu qədər kifayətdir və İkinci sualımız belədir. Ən son rastlaşdığınız konflikt və həll yolları. Ümumiyyətlə, mən sizə həmişə demişəm, yəni biz dərslərə başladığımız gündən biz bunu danışmışıq sizinlə. Hər hansısa bir konflikt yollarını,
konfliktləri daha doğrusu həll etmək üçün biz nə etməliyik? Konfliktləri həll etmək üçün ilk öncə biz bəli öz belə deyək də bu prosedur hansı qaydada həyata keçirilir, bunları danışacağıq. Əlavə olaraq mən sizə intizam qaydalarını, yəni şagirdlərin davranış qaydaları əvvəl qeyd edirdik. Biz indi intizam qaydaları da ilk öncə bu intizam qaydalarını bilməliyik. Plus əlavə olaraq 15 may 2024-cü il tarixli Təhsil Nazirliyinin kollegiyasının 07 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil verənlərin etik davranış qaydalarını mütləq bilməliyik. Yəni bu qaydaları bilmədən biz zaten hər hansısa bir konfliktlə bağlı verilmiş sual ki var müsahibədə, onu qeyd etmək üçün normativ hüquqi sənəd olaraq, normativ hüquqi akt olaraq mütləq paralel olaraq əgər müəllim, şagird, müəllim, valideyn, müəllim rəhbərliklə bağlı əgər hər hansısa bir situasiya sualıdırsa, konflikt, fikir ayrılığı, hər hansısa bir problem, mübahisə məsələsi ilə bağlı bir sual verilibsə, mütləq orada təhsil verənlərin etik davranış qaydalarını, oradakı bir prinsipi, biz 7 prinsipdən birini qeyd etməliyik və yaxud şagirdlə bağlı müəyyən bir məsələdirsə, konfliktdirsə, deyək ki, bullying hallarıdırsa və s. burada intizam qaydaları qeyd olunmalıdır. Amma burada bizim, yəni bu namizədə verilən bir sualdır, sağ olsunlar, müsahibədə iştirak edən müdavimlərim mənə sualları təqdim edirlər və ona verilən belə bir sualdır ki, ən son rastlaşdığınız konflikt və onun həll yolları. Burada belə deyək də, misal olaraq kimsə əl qaldırsın, kim ki bu suala cavablandıra bilər. Sual verilə bilər ki, bax, misal üçün Gülümsər müəllimə, sonuncu sizin rastlaşdığınız konflikt necə olub? Bax, ən son, bax, məktəbdə yəni hər hansısa bir konfliktlə rastlaşmısınız və bu konflikti necə həll etmisiniz? Mənim təqdim etdiyim konflikt yox, sizin özünüzdə, yəni ki, real qaydada rastlaşdığınız bir konflikti soruşa bilərlər. Biriniz zəhmət olmasa qeyd edin. Sonuncu rastlaşdığınız konflikt necə olub? Onu necə həll etmisiniz, yoldaşlar? Əl qaldırın zəhmət olmasa. Xəyalə müəllimə, buyurun. Axşamınız xeyir Zülfiyə müəllimə. Xeyir olsun. Buyurun, xəyalə. Gec qoşulub. Mən deməli sinif rəhbəriyəm. Ən son qarşılaşdığım konflikt oldu ki, iki şagird arasında sinifdə, yəni ki, mən heç bir şey hiss eləməmişəm. Ancaq onların valideynlərindən biri mənə zəng vuraraq bildirdi ki, həmin şagird digər şagirdə sataşır. Hətta bir-birindən, belə deyim də, biri yaxşı oxuyur, o birisi deyirsən pis qiymət aldım, mən pis qiymət aldım. Belə də, yəni bunun üstündə konflikt yaranıb, hətta valideynlər arasında söz-söhbət olmuşdu. Mən onların özü ilə, uşaqlarla ayrı-ayrılıqda söhbət elədim. Bir də valideynlərin ikisindən də birlikdə yox, ayrı-ayrılıqda, yəni onlarla söhbət elədim. Söhbətin məğzini anladım. Ondan sonra yəni ki, bu problemlə rastlaşmadım, həlli yolunu. İndi uşaqlar çox mehribandılar, valideynlər də bir-birinə yaxşıdır. Bəli, bu iki şagird dediniz ki, dalaşıb, konflikt baş verib iki şagirdin arasında. İntizam qaydalarına uyğun olaraq hansı tədbirləri həyata keçirdiniz? Yəni onlar belə əlbəyaxa dalaşmıyıblar da. Yəni ki, onlar bir-birini sözlə incidiblər. Bəlkə də buna verbal bullying deyirik də. Biri digərinə sataşır dediniz də siz. Bu hardasa verbal bullyingdir, hər hansısa bir. O uşaq da heç sinifdə onu hiss elətdirməyib, ancaq gedib evdə anasına deyib. Anasına deyib. Yəni təbii ki, sizdə məktəbdə intizam qaydaları üzrə koordinator təyin olunubmu? İntizam qaydaları üzrə komissiya təşkil olunurmu? İntizam komissiyası yaradılıbmı? İltizam komissiyası yaradılmayıb, amma valideynlərdən belə götürmüşük sentyabrda, yəni ilin əvvəlində iltizam qaydalarına görə onlar oxuyublar, həmin qaydaları imzalarını atıblar və biz olunmalıdır, bununla bağlı əmr verilməlidir və belə bir əmri istəyirsinizsə mən təqdim edim, amma mütləq belə bir İntizam komissiyası, görək bu iki dənə intizam, bir var keyfiyyət komissiyası, bir də intizam komissiyası. Keyfiyyət komissiyası var. Amma intizam komissiyası bizdə intizam komissiyası ayrıdır. Həmin komissiyanın əmrini tapa bilsəm təqdim edəcəm. Komissiyası. Deməli, intizam komissiyası iclası yox. Bir saniyə yoldaşlar.
Bir dəqiqə. Deməli, Xahilə müəllimə, həmin bu situasiya, əgər ki belə bir situasiya baş veribsə, nə etmək lazımdır? Burada mütləq korreksiya edici tədbirlər həyata keçirilməlidir. Və hansı korreksiya edici? Müəllimə, Bəli, deyin müəllimə. Onlar deyim. Deyin, Onlar məsələn, deyim necə tətbiq edirik. Deməli, əgər şagird intizam qaydalarını pozubsa, bu və ya digər səbəblər, ilk öncə təmkinli şəkildə şagirdlərin hər birindən ayrı-ayrılıqda intizam qaydasının pozulması səbəbi araşdırılır. Hadisə və onun səbəbi araşdırılır. Təbii ki, mütləqdir ki, burada bir hadisə varsa, mütləqdir ki, burada birinin digərinə bullyingi var. Bu fiziki bullying ola bilər, bu verbal bullying ola bilər, bu və yaxud da digər hər hansı bir davranış pozuntusu ola bilər. Bununla bağlı, deməli, şagird intizam qaydalarının biz bilirik ki, orada 3-cü bölməsində deməli, intizam qaydasının pozulmasına görə müəyyən bəndlər var və müəyyən, belə deyək, maddələr, mən ona maddələr deyirəm, standartlara oxşuyur. Məsələn, tutaq ki, əgər şagird öz sinif yoldaşına verbal bullying edirsə və yaxud da istəyərəkdən və yaxud da istəməyərəkdən hansısa bir şərəf və ləyaqətini alçaldırsa, orada onun maddəsi var. Və bu hal təkrarlanmasına bağlıdır. Və bunun səviyyəsi müəyyənləşir. Məsələn, əgər ilk dəfə olubsa, anlaşılmamazlıqdan olubsa, tərəflərin bir-birini anlamamazlığından olursa, bunu biz müəyyən korreksiya edici tədbirlərlə, yəni şagirdləri dinləyirik və onlarla tərbiyəvi söhbətlər aparırıq, intizam qaydalarını bir daha xatırladırıq. Yox, bu hadisələr məsələn dönəm-dönümlə təkrarlanırsa, artıq burada konkret olaraq həmin şagirdə bu və ya digər formada intizam komissiyasının qərarına əsasən tənbih olaraq kart verilir. Sarı və ya qırmızı kart verilir. Və onun orada maddəsi qeyd olunur. Məsələn, hətta ola bilər ki, o situasiyada həmin şagird psixoloqa yönəldilə bilər. Olub ki, situasiyamızda psixoloqa yönəltmişik. Bəli, olub ki, valideyn, məktəb rəhbərliyi, valideyn intizam komissiyasının üzvlərinin iştirakı ilə iclas keçirmişik. İclasa əsasən valideyn məlumatlandırılıb ki, baxın, sizin övladınız bu bir hadisəni törədib, intizam qaydasını pozub və bu intizam qaydasının pozulmasına görə bu maddə ilə filan kart, sarı və ya qırmızı kartla, yəni belə deyək də cəzalanacaq. Valideyn də bunu yəni başa düşür, qəbul edir. Hətta elə olub ki, Zülfiyə müəllimə, valideyn buna etiraz edib intizam komissiyasına yəni təzədən baxılması üçün deyib ki, yox, bunu təzədən araşdırın. Bax, yəni belə bir situasiyalar olur. Bəli. Alidə müəllim, bir dənə müsahibədə cəza tədbiri sözünü qeyd etmirik. Yəni şagird. Hə, şagird yönüm. Orada korreksiyada da bəli düz deyil. Korreksiyada əsas önəmli odur ki, burada söhbət şagirdin cəzalandırılmağından getmir. Burada söhbət şagirdin hansısa bir korreksiya olunmasına etdiyi, bəli, yanlış hərəkətin ona yanlışlığını göstərmək, səbrlə, təmkinlə və şagird yönümlü olmaq əsas. Alidə müəllimə, bir məsələni də qeyd edim burada. Bu intizam komissiyası, yəni hər şagirdə əgər qırmızı və yaxud sarı kart tətbiq olunursa, komissiyanı çağırmağa ehtiyac yoxdur. Komissiya 2 halda dəvət olunur. Yadınızdadır, biz danışmışdıq bunu. Bir, hansı halda Alidə müəllimə? Əgər valideyn etiraz edərsə, o. Bir də ki, intizam qaydalarının pozulması, deyək ki, sayı çoxdur. Deyək ki, dərs təkrar olarsa. Təkrar ola bilər, bullying halları ola bilər, əlavə deyək ki, digər şagirdlə hər hansısa bir münaqişəsi ola bilər, hər hansısa bir üst-üstə bir neçə intizam qayda pozuntusu əgər müşahidə edilərsə, bir neçəsi. Artıq biz bilmirik hansı korreksiya edici tədbiri həyata keçirək. Artıq burada qırmızı... mübahisəli məsələ yaranarsa, düzdürmü? Düz başa düşdüm. Ki, konkret dəqiqləşdirək ki, uşağa qarşı ədalətsizlik olmasın, bəli. Bir var ki, şagird bir qayda pozuntusunu həyata keçirib, hər hansısa birinci səviyyə, ikinci, hər hansısa bir dənə intizam qaydanı pozub da, bir də var ki, bir neçəsini pozub. Artıq biz bilmirik. Anladım. Komissiya dəvət olunur. Yəni, 2 halda komissiya çağırılır. Yadda saxlayın bunu. Yəni, hər dəfə kiməsə qırmızı kart veriləcək, kiməsə sarı, o qədər şagird sayı var. Biz hər dəqiqə məktəbin direktorunun vaxtı yoxdur axı. Bəli, Zülfiyə müəllim, ona da aylıq hesabatlar veririk, koordinator. Biz idarəyə aylıq, bəli, hesabat veririk, hətta görünmüşlərlə bağlı. Biz ATIS proqramına yüklüyürük hər ay üçün hesabat. Bilirsiniz də, ATIS bazası haqqında danışmışam sizə. Avtomatlaşdırılmış təhsil qayıtma sistemi. Bəli, kesin dəfə dediniz. Xahilə müəllimə, mən burada intizam komissiyasının yaradılmasına bağlı əmri təqdim edirdim ki, bilsin, belə bir əmr mütləq verilməlidir və ilin əvvəlində biz düzdür, biraz gec bunu qeyd etdik, amma sentyabrın 15-nə biraz əmr gecikib, əmrin vaxtı gecikib məndə. Əmrin yazılma qaydasını da biz hər dərsdə situasiya uyğun olaraq bu qaydaları da öyrənirik.
və əmrin yazılma forması xüsusi blank nümunələrə uyğun olaraq həyata keçirilir. Yəni bizə nazirlikdən bunlar göndərilib, ona uyğun da biz əmrləri bu standarta uyğun hazırlayır ki, gerb olmalıdır, regional idarənin adı olmalıdır, məktəbin adı qeyd olunmalıdır. Bu xətt mütləq olmalıdır. Yəqin ki, yaxşı görürsünüz, ekranda görünür. Əmr sözü yazılır, nömrəsi, hüquqi ünvanı qeyd olunmalıdır, tarix mütləq qeyd olunmalıdır və əmr nə barədədirsə, tutaq ki, məktəbdə intizam komissiyasının yaradılması və rəğbətləndirmə tədbirlərinin tətbiq edilməsi haqqında bir əmrdir. Və yoldaşlar, bunu da qeyd edim ki, mən mütləq əmr necə yazılır, akt necə yazılır, təqdimat necə yazılır, bunları mütləq bilməlisiniz yoldaşlar. Arayış necə yazılır, məktub necə göndərilir, bu kimi suallar müsahibədə verilir və bunları mütləq mən sizə ekranda təqdim etdiyim zaman onları qeyd edin özünüzdə. Aha, və bu yazılan əmr normativ hüquqi aktlara uyğun olaraq yazılan bir əmrdir. Normativ hüquqi aktlar olaraq, yəni burada bizdə təhsil alanların intizam qaydaları qeyd olunub və təbii ki, bir nömrəli pedaqoji şurada biz bunu müzakirə etmişik. Bu iki əsas normativ sənəd olaraq bunları qeyd etmişik. Əmr edirəm, sözü yazılmalıdır. Və məktəbdə 7 nəfərdən ibarət intizam komissiyası yaradılsın. Komissiyanın tərkibi aşağıdakı kimi təsdiq edilsin. Komissiyanın sədri məktəbin direktoru olur, bilirik. Üzvlər də burada təşkilatçı mütləq, sinif rəhbəri, fənn müəllimi, psixoloq olmalıdır, uşaq birliyi təşkilatının rəhbəri, valideyn mütləq daxil edilməlidir. Ümumilikdə 7 nəfər direktorla birgə. Və korreksiya edici tədbirlər planı hazırlansın. Qeyd etmişik burada. Müəllim, üzr istəyirəm. O valideyn hansı valideyndir? Komissiya nədir? Baxın, bir valideyn bu məktəb valideyn komitəsidir. Hansı ki, bizim keyfiyyət komissiyamız. Komitə sədri. Yəni, hər dəfə hər hansısa bir sinifin valideyni biz əmr dəyişmirik. Bir əmr verilir və məktəb valideyn komitəsinin sədridir. Həmin valideyni biz bura əlavə etmişik. Bəli. Çox sağ olun. Bu belə. Bir də ki, komissiyanın fəaliyyəti barədə məlumatlar müəyyən dövrlərdə məktəb rəhbərliyinə təqdim edilsin, virtual yaşıl kart sistemi tətbiq edilsin, yaşıl kartlar aşağıdakı meyarlar üzrə verilsin, intizam, sosial məsuliyyət, akademik nailiyyətlər. Mən biraz geniş yazıram əmrləri. Belə, ekranda görürsünüz, mən bu videonu da paylaşacağım, daha sonra yenə izləyə bilərsiniz, bunlara daha sonra baxa bilərsiniz. Bu formada deməli əmr yazılır. Aha, situasiya dedikdə yolda. Nə olursunuz mənə? Yəni hal-hazırda Hal-hazırda bizim məktəbdə tətbiq olunur, axı refleksiyanı yazırlar uşaqlar. Tətbiq olunmamalıdır. O əvvəlki qaydalardaydı. İntizam qaydaları mən göndərmişəm onu video izahını siz var idiniz da dərsdə yəqin ki. İntizam qaydalarına, yəni özünü refleksiya otağı var idi ayrıca əvvəllər bizdə. Özünü refleksiya tədbiri həyata keçirilirdi. Sənəd təqdim olunurdu, şagird otururdu, oxuyurdu. Mən nəyi səhv etdim, gələcəkdə bu kimi hərəkətlərə yol verəcəm ya yox. O refleksiya tədbiridir. O həyata keçirilmir. Artıq sadəcə psixoloq ondan fərdi qaydada söhbət aparır. Ondan sonra sinif rəhbəri, fənn müəllimi ola bilər. Bu formada, yəni ayrıca refleksiya tədbiri həyata o düzgün deyil, yəni əvvəlki qaydalarda belə idi. Aha, indi burada bizim ən son rastlaşdığımız konflikt, hər hansısa bir konflikt olsun, fərq yoxdur. Konfliktlə bağlı sual verilərsə, təbii ki, biz nə etməliyik? İlk öncə biz aktiv dinləməliyik. Ola bilər ki, bir müəllim digər müəllimlə hər hansısa bir fikir ayrılığı yaranıb, müəyyən bir problem yaşayıblar, iki müəllim bir-birinin arasında, misal üçün. Mən təbii ki, nə etməliyəm belə bir halda? Həmin müəllimi dəvət etməliyəm, onu aktiv qaydada dinləməliyəm, sonacan sözünü kəsmədən dinləməliyəm mütləq və empatiya qurmalıyam. Empatiya qurmaq nə deməkdir? Yəni, mən özümü onun yerinə qoymalıyam. Mən də o müəllimin vəziyyətində ola bilərdim. Mən necə edərdim? Yəni, mən çalışmalıyam ki, onu başa düşüm. Hər iki tərəfi ayrı-ayrılıqda dinləməliyəm. Sonra burada mediasiya tədbirləri həyata keçirilməlidir. Mediasiya nədir? Hər iki tərəfi barışdırmağa gətirməliyəm. Yəni, neytral bir mühitdə ortaq məxrəcə gəlmələrini təmin etməliyik. Yəni, hər iki tərəfi çalışmalıyıq ki, barışdıraq. Yəni, hər bir halda biz nə etməliyik ki, həmin iki müəllim barışsın, bu problem kökündən həll olunmalıdır. İndi bizim müxtəlif situasiyalar olacaq. Müəllimlə bağlı ayrıca, valideynlə ayrıca, deyək ki,
şagirdlə bağlı ayrıca onları yenə geniş danışacağıq. Bu məsələni istəyirəm artıq burada yekunlaşdırım, amma bu haqqda da biz geniş danışacağıq. Yəni hər bir məsələ ilə bağlı biz nə etməliyik? Bu problemi həll etməliyik, empatiya qurmalıyıq, barışdırmalıyıq. Qiymətləndirmə ilə bağlıdırsa, misal üçün əgər valideyn şikayət edirsə burada bu qiymətləndirmə ilə bağlı yenidən bu məsələyə baxılmalıdır. Baxır hansı konfliktdir? Burada konkret bir konflikt nə səbəb, yəni problem nədir biz bilmirik. Ona görə mən burada sadəcə dinləmə, empatiya, mediasiya kimi bunları qeyd etmişəm. Məktəbin nəticələri. Mütləq yoldaşlar, siz müsahibədə iştirak etdiyiniz zaman məktəbin nəticələrini mütləq əzbərə bilin. 4-cü sinif, 6-cı sinif monitorinq Nazirlik tərəfindən keçirilən 9-11 buraxılış imtahanlarının nəticələrini bunları mütləq əzbərə bilin və məktəbin nəticələri əgər sizdən soruşularsa, təbii ki, bu rəqəmləri qeyd edirsiniz və qeyd edirsiniz ki, məktəbimizin uğuru təbii ki, yalnız rəqəmlərlə deyil, həm də ki, keyfiyyət dəyişikliyi ilə ölçülür. Təbii ki, biz çalışırıq ki, şagirdlərin akademik biliklərini artıraq, onların deyək ki, istər olimpiyadalarda, müsabiqələrdə iştirak etməsini təmin edək. Amma bizim üçün yoldaşlar, bu nəticələrdən də vacib olan nədir bilirsiniz? Bax, günü bugünün tələbi nədir? Məktəbdə sağlam mənəvi psixoloji mühit yaratmaq. Bunu qeyd etməyi unutmuruq və məktəbin nəticələrini də əzbərə bilməlisiniz. Bunları soruşurlar. Və Mənəvi kimdən əldə eləmək olar? Direktorun özündən yoxsa? bəli, direktordan xahiş edin ya da ki, orada əlaqələndirici şəxs olur, hansı ki, UTIS-də işləyir, o qızda da olur, hansı ki, UTIS işləyir, onda da olur. Bir də ki, müəllimə, Bəli. müəllimə sual verdi. Məktəblərin ümumi platforması var da, mənim məktəbim var. Bəli. Bütün məktəblərin orada orta göstəriciləri yazmaq, yəni tapmaq olur. Ora müraciət edə bilər. Buna baxmışam, mən onu çox da tövsiyə etmirəm. O mənim məktəbimdə biraz qarışıqdır. Qızları ayrı verir, oğlanları ayrı qeyd edir. Ondan sonra orada Azərbaycan dilini ayrı, riyaziyyat ayrı, xarici dil ayrı, biraz qarışıqdır. Bəzi illər yoxdur. Ona görə mən konkret deyirəm ki, son 3 ilin nəticəsini və keçən ilin, deyək ki, bu ilin nəticəsində onu elə UTIS əlaqələrində oluyub. Mikrofonları bağlayın, zəhmət olmasa kənar səslər müdaxilə etməyək kənar səslərlə. Belə, yəni nəticələri sadəcə bilin, onları qeyd edin mütləq. Yəni, nəticə dedikdə sadəcə məktəbin uğuru bu rəqəm deyil, bunu da qeyd edin və təbii ki, keyfiyyət dəyişikliyi ilə ölçülür. Buraxılış imtahanlarının nəticələri, olimpiyada qaliblərinin sayı, məktəbdə bullying halları yoxdursa, təbii ki, bu da məktəbin bir uğuru deməkdir. Biz sizinlə məktəbin inkişaf planı haqqında danışmışıq, daxili keyfiyyət, özünü qiymətləndirmə komissiyası haqqında danışmışıq ki, orada 6 istiqamət üzrə burada iş aparılırdı, yadınızdadırsa, bunu geniş danışmışıq və orada da elə bu qeydlərimiz var idi. Təbii ki, məktəbin nəticəsi olması üçün də davamiyyət də mütləq olmalıdır. Yəni, davamiyyət olmasa, təbii ki, biz hər hansısa bir nəticədən danışa bilmərik. Düzdür, şagirdlər var, repetitor yanına gedirlər. Hə, repetitorların sayəsində müəyyən uğurlar əldə edirlər. Amma mən bunu məktəbin bir uğuru kimi hesab etmirəm. Niyə? Çünki sinifdə müəllim standarta uyğun dərs keçmirsə və müəllim bir, belə deyək də, şagirdlərin uğuru bu müəllimə aid deyilsə, deməli, bu məktəbin nəticəsi olmur. Konkret başqa bir müəllim şagirdi hazırlayır və orada uğur qazanır. Belə, yəni bunları qeyd edərsiniz. Gördüyünüz işlər. Belə sual bilirsiniz kimlərə əsasən verilir? Kimlər ki, müavin olaraq təyinat alıblar. Bax, müavin olaraq nə kimi işlər görmüsünüz məktəbdə? Və yaxud siz hər hansısa bir, deyək ki, namizəd direktordur və yer dəyişmə etmək istəyir. Və nə kimi işlər görmüsünüz? Son 3 il ərzində, son 5 il ərzində təyinat aldığınız dövrdən hansı işləri görmüsünüz? Bunları çalışın, yada salın və müsahibədə bunları qeyd edin. Məktəb daxili keyfiyyətə nəzarət sistemin qurulması. Burada öz nailiyyətlərinizi, mən bunları bir nümunə olaraq qeyd etmişəm ki, nələri qeyd edə bilərsiniz. Yəni, məktəbdə nə kimi işlər görürsünüz? Gənc müəllimlər üçün mentorluq proqramlarının tətbiqini qeyd edə bilərsiniz. Sonra
Məktəbin maddi-texniki bazasının təkmilləşdirilməsi üçün bir layihələrin iclasını həyata keçiririk. Bununla bağlı təqdimat yazırıq. Ondan sonra açıq qapı günləri tətbiq oluna bilər və yaxud da ki, tədrisdən ayrılmadan tədrisin keyfiyyətinin artırılması istiqamətində müəyyən işlər aparıla bilər və yaxud tədrisdən ayrılmadan, yəni məktəbdə elə müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində işlər aparıla bilər. Bu da ki, yaz payız tətilində həyata keçirilə bilər. Zaten təhsilin inkişafı üzrə strategiyasında da bu qeyd olunub. Hansı ki, bayaq qeyd etdim. 24 oktyabr 2013 13 nömrəli Cənab Prezidentin sərəncamı ilə təsdiq olunmuş. Elə strategiyada da bu qeyd olunub. Tədrisdən ayrılmadan müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması. Yaz payız tətilində qabaqcıl pedaqoji təcrübəyə malik olan müəllimlər peşəkarlıq səviyyəsi aşağı olan müəllimlərə müəyyən bir təlimlər, seminarlar təşkil edir. Bax, mənim gördüyüm işlərdən biri kimi mən bunu qeyd edirəm. Siz də bunları qeyd edə bilərsiniz. Sonra ilin sonunda yalnız Müəllim, akademik bir sual vermək olar. Bizdə dayaq məntəqələri yaradılıb. Yəni onu da qeyd etmək olarmı? Siz bizim regionsuz Xəyalə müəllimə, bizim regionda Bəli, Qəbələ rayon. Qəbələ. Mən də elə dayaq məntəqənin sədriyəm özümdə. Bəli, biz Aha, mən də. bunları da qeyd edək təbii ki. Siz də nə gözəl Xəyalə müəllimə. Bəli, bunları qeyd edə bilərsiniz. Mütləq dayaq məntəqələri yaradılmışdır. 4 məktəb üzrə və sədrliyi mən həyata keçirirəm. Hansı işləri görürsüz? Açıq dərslər təşkil edirsiniz. Onların təhlili aparılır. Və bu kimi işlər nələr ki keçirilir, onları qeyd edə bilərsiniz təbii ki. İlin sonunda yalnız akademik uğurları ilə deyil, fərqli fəaliyyətləri ilə seçilən əməkdaşların rəğbətləndirilməsini təmin etmişəm. Yəni gördüyünüz hər hansısa bir iş. Misal üçün Respublika Fənn Olimpiadasına hazırlıq istiqamətində görülən iş, özünü qiymətləndirmə komissiyasının gördüyü işlər, fənn aylıqlarında görülən işlər, gəldiyiniz gündən tədrisin keyfiyyəti artırılması istiqamətində hansı işlər görmüsünüz? Nə kimi işlər görmüsünüzsə, onları punkt-punkt qeyd edin və müsahibədə onları mütləq deyin. Bir də ki, son vaxtlarda belə bir suallar verilir, bilirsiniz, oxuduğunuz kitablarla bağlı. Yəni, orada hər hansısa bir kitabı yalandan qeyd etsəz ki, misal üçün, Karl Dweck'in düşüncə tərzini oxumuşam desəz, onlar sual verə bilərlər ki, bax, bu kitabda siz, deyək ki, nəyi öyrəndiniz? Bu kitabda əsas nələr qeyd olunub, əsas məqsədi nədir? Şagirdlərdə inkişaf yönümlü təfəkkürün necə formalaşmasını, daha doğrusu formalaşdırmaq olar. Yəni bu kimi fikirləri qeyd edin, amma mütləq, yəni o kitabdan belə deyək də, hər hansısa burada 3 kitabı mən qeyd etmişəm. Birini ən azından qısa bir versiya olsa da, vaxtınız yoxdursa da, qısa bir versiyasını oxuyun ki, müsahibədə heç olmasa bununla bağlı bir fikirlər qeyd edə bilərsiniz. Yəni, heç bir kitab oxumamışam deməkdənsə, düşünürəm, deyək ki, Daniel Goleman'ın Emosional İntellekt kitabını oxumuşam. Sonuncu oxuduğum kitab budur, qeyd edə bilərsiniz. Bu kitabda nədən bəhs edilir, nə oxumusunuz, nə öyrənmişsiniz? İnsanlarla işləmək, kollektivi idarə etməklə bağlı bir, belə deyək də, kitabdır, ədəbiyyatdır. Ona görə mütləq hər hansısa bir vəsaiti oxuyun və onunla bağlı qısaca heç olmasa məlumatınız olsun. Yoldaşlar, uğurlu məktəb sizə görə nədir? Bax, sizin təsəvvürünüzdə olan uğurlu məktəb deyildikdə necə bir məktəb fikrinizə gəlir, necə bir məktəb sizin üçün uğurlu bir məktəbdir? Yoldaşlar, baxın, biz adətən uğurlu məktəb deyildikdə düşünürük ki, hansısa məktəbin yaxşı nəticələri varsa, ali təhsil müəssisələrinə qəbul yüksəkdirsə və yaxud Respublika Fənn Olimpiadanın, beynəlxalq müsabiqənin və s. qalibi varsa, deməli bu məktəb uğurlu məktəbdir. Təəssüf ki, belə deyil, yoldaşlar. Uğurlu məktəb odur ki, hər bir şagirdin özünü təhlükəsiz, dəyərli və motivasiyalı hiss etdiyi bir mühitdir. Ki biz buna nə deyirik? Sağlam mənəvi psixoloji mühit. Bax, bugün üçün prioritet olan məsələ, ən vacib, öncül olan məsələ nədir? Hər bir şagird, hər bir müəllim, hər bir texniki işçi məktəbdə özünü dəyərli, motivasiyalı, təhlükəsiz hiss etməlidir. Özünü rahat hiss etməlidir. Şagird sevinə-sevinə səhər məktəbə gəlməlidir. Müəllim motivasiyalı gəlib dərsini keçməlidir. Bu uğurlu məktəbdir. Birinci məsələ budur. Bunu qeyd edirik.
Baxın, bizim inkişaf planımızda da elə bu qeyd olunub. Bu inkişaf planla bağlı F563 12 sentyabr 2025-ci il tarixli. Bununla da bağlı suallar verilir. Bunu danışmışıq biz sizlə. Bəli, elə burada da məktəbdə sağlam mənəvi psixoloji iqlim, mühit deyirik. Bu mühitin yaradılmasıyla bağlı məsələlər qeyd olunub. Və təbii ki, bunu birinci qeyd edirik. İkinci məsələ, yəni ümumilikdə baxın, bunu birinci qeyd etmişəm və burada 2 dənə də alt istiqamətlər qeyd etmişəm. Müəllimlərin daim öyrəndiyi, valideynlərin prosesə cəlb olunduğu və şagirdlərin tənqidi təfəkkürün inkişaf etdiyi bir ekosistem. Bu, belə deyək də, bir uğurlu məktəbdir. Yəni, müəllim əgər yenilikçidirsə, yenilikləri öyrənirsə, gəlib onu məktəbdə tətbiq edirsə, yoxsa deyir ki, yox, mən 30 ilin müəllimiyəm, hər şeyi bilirəm, mən niyə kursda iştirak etməliyəm? Amma 30 ilin müəllimi nə etməlidir? Hər gün nəyisə öyrənməlidir, yenilikçi olmalıdır, yeniliyi öyrənib gəlib məktəbdə tətbiq etməlidir. Valideyn əgər təhsil prosesinə cəlb olunmursa, məktəb, şagird, valideyn üçbucağı əgər məktəbdə bu istiqamətdə işlər aparılmırsa, deməli bu məktəbdə heç bir uğur yoxdur. Valideynlər təhsil prosesinə cəlb olunmalıdır. Şagirdlərin tənqidi təfəkkürləri, daha doğrusu inkişaf etdirilməlidir. Baxın, bu uğurlu məktəbdir. Yəni, bizim uğurumuz bu o demək deyil. Yenə də qeyd edirəm ki, şagirdlər ali təhsil müəssisələrinə qəbul olundu, 700 bal topladı. Bəli, bizim üçün bir fəxrdir. Amma bu 700 bal toplayan şagird hər hansısa bir repetitor yanında 700 balı toplayıbsa, bu bizim uğurumuz deyil. Aha, bunu qeyd etməyi unutmuruq və təbii ki, növbəti verilən, mən sizə sualla niyə müraciət etmirəm yoldaşlar? Çünki bizim vaxtımız azdır və mən sizdən sonra dərsə qoşulmalıyam. Bunu xahiş edirəm, nəzərə alasınız. Amma yenə də qısaca bununla bağlı sizə sual təqdim edim. Rəqəmsal platformalarla bağlı suallar verilir. Baxın, bir var rəqəmsal bacarıqlar. Bu ayrı. Rəqəmsal platformalarla da bağlı suallar verilir. Və təbii ki, əsasən bu Bakı Şəhər Təhsil Dairəsi üzrə elektron jurnallardan istifadə olunur. Gəncə şəhərində də artıq elektron jurnallardan istifadə olunur. Bizdə regionlarda hələ ki istifadə olunmur. Bununla bağlı nə qeyd edə bilərdiniz? Qısaca deyin, zəhmət olmasa. Hansı rəqəmsal platformalardan istifadə edirsiniz? Nəman müəllimə deyin. Mən bayaq qeyd elədim ki, bizdə bu ildən artıq elektron jurnala keçilib. Elektron jurnalda nədir? Artıq yazmaqdan azad olmuşuq da, o kağız-çuğuzlardan azad olmuşuq. O qədər rahatdır. 5 dəqiqə vaxtımızı almır ki, biz orada qeydlərimizi aparaq. Təsəvvürlə müəllimlə bağlı, şagirdlə bağlı bütün məlumatlar hər biri o jurnaldadır. Məsələn, bizdə şəxsi iş tələb olunur uşaqla bağlı. Biz tez ora daxil olub şəxsi işə avtomatik baxa bilirik tez bir zamanda. Gedib qovluğu açıb uşağın şəxsi işini vərəqləməyə ehtiyac yoxdur artıq. Sonra orada bizə istifadə olmaq, daha rahat dərsimizi qurmaq üçün süni intellekt alətləri verib də. O qədər gözəl alətlərdir ki, biz oradan həm musiqi dərsində gözəl istifadə edirik, yararlanırıq, həm həyat bilgisi dərsi, həm Azərbaycan dili dərsi, həm riyaziyyat. Məsələn, orada bizə proqram verib ki, orada biz interaktiv oyunlar qururuq uşaqlar üçün. O qədər gözəl bizə effekt verir. Məsələn, Teams proqramından biz testlər hazırlayırıq, uşaqlara veririk. Məsələn, bizdə monitorinqlər keçirildi, BSG-lər keçirildi. Sırf o Microsoft Teams proqramında keçirildi o testlər. Yəni, elektron qaydada keçdi. Bu daha effektiv olurdu. Yəni, uşaqlar vaxt itirmir. Orada vaxta baxırlar, daha da nizamlayırlar özlərini ki, mən bu vaxt ərzində bitirməliyəm tapşırıqları. Məsələn, orada əlavə o qədərdir ki, proqramlar yadımdan çıxır, amma o çox gözəl proqramlardır ki, uşaqların da interaktivliyi də artır, eyni zamanda dünya görüşü də çoxalır. Elə gözəl istifadə edirlər uşaqlar o alətlərdən. Hətta müsahibədə suallar verilir ki, siz
süni intellektdən istifadə edirsinizmi? Sonuncu istifadə etdiyiniz süni intellekt, orada Google Gemini qeyd edə bilərsiniz. Bəli, edirik. Bəli, sırf o Gemini-dən biz STEM dərsində istifadə etmişdik. Uşaqlar öz təxəyyüllərində canlandırdığı nağılı qurmuşdular, ona uyğun mahnı bəstələmişdilər və personajlar daxil edib bir cizgi film qurmuşdular. Biz də onu STEM mərkəzlərinə göndərdik, bəyənildi hətta bu yəni iş. Bəli, sonra belə bir sual verilib müsahibədə ki, sonuncu bu süni intellekt vasitəsilə axtarış etdiyiniz mövzu nə ilə əlaqəli olub? Bax, belə bir maraqlı suallar verilir. Bəli, Məsələn, biz mən üzr istəyirəm. Bax, məsəl üçün biz hər hansı bir nətər deyim, tədbir keçirmək istəyirik. O tədbiri bizə ssenari formada o qədər gözəl qurur verir bizə. Adicə icmallar eləyirik ya biz, açıq dərs icmalları, məsələn, gündəlik icmalları elə gözəl qurur bizə. Əlavə yəni proqramlarla da çox gözəl. Həm də PowerPoint-dan da istifadə edirik. Bu ayrı bir şey. Amma bu sırf bu süni alət bizə çox dəstək olur bu baxımdan. Onu ayrıca rəqəmsal bacarıqlarda qeyd etməlisiniz. Mütləq Bəli. onları da soruşurlar ki, deyirsiniz ki, misal üçün PowerPoint-da prezentasiyalar hazırlayıram, necə hazırlayırsınız? Excel-də deyək ki, orta balı çıxarıram, necə çıxarırsınız orta balı? Bunları, yəni sadəcə mən Excel-dən istifadə edə bilirəm, cədvəl hazırlayıram və s. və yaxud prezentasiya hazırlayıram, Word-də sənəd yazıram, Google Forms-da deyək ki, müəyyən testlər hazırlayıram. Belə yalanla bunları qeyd etmək olmaz, doğru məlumat təqdim etmək lazım müsahibədə. Bizdə müəllimə bir də üzr istəyirəm. Bu IT-nin bizə təqdim etdiyi çox gözəl bir beynəlxalq proqram var idi. Məsəl üçün bu rəqəmsal alətlərlə bağlı Microsoft pedaqoq var idi. Biz o təlimdə istifadə etdik. Sonra süni alətlərdən istifadə etdik. Süni zəka təlimlərində iştirak edib IT-nin yüksək keyfiyyətli beynəlxalq sertifikatını əldə etmişik də. Yəni biz. Yəni bunun da bizə dövlət verir, bu təminatı verir ki, biz yenilikçi olaq və qazandığımız təcrübəni həm sinif şəraitinə, məktəb şəraitində o təlimdə iştirak etməyən müəllimlərə bir dəstək olaq, kömək olaq. Bəli, Ləman müəllim. Dövlətimiz hər tərəfli bizə dəstək olur. Bəli. Sadəcə müəllim arzusunda olmalıdır ki, nə isə öyrənsin, gəlsin, Bəli. tətbiq etsin. Eyni zamanda onu təbliğ etməyi bacarmalıdır da. O beynəlxalq bir sertifikatı qazandım, bu başqa məsələ. Amma onu gəlib o məktəbdə onu aşılamalısan, müəllimlərə deməlisən ki, bu tipdə keçsəz daha məqsədə uyğun olar, daha yaxşı olar, effektiv təhsil əldə eləyərik. Təbii ki. Təşəkkür edirəm Ləman müəllimə. Burada indi müəllimə də bir neçə platformaları qeyd etdi. Siz burada məktəbli platformasını qeyd edə tələsirəm biraz yoldaşlar, üzrlə hesab edin. Məktəbli platformasını qeyd edə bilərsiniz. Sonra Portal Edu.az, hansı ki şagirdlərin fənn olimpiadalarında iştirak etməsi, Respublika fənn müsabiqəsi və s. bunlar hamısı Portal Edu.az vasitəsilə həyata keçirilir, biz bilirik. Sonra Google Classroom-u qeyd edə bilərsiniz, Khan Akademini qeyd edə bilərsiniz, Duolingo-nu qeyd edə bilərsiniz, Microsoft Teams-in özünü qeyd edə bilərsiniz. Yəni rəqəmsal platformaları müxtəlif, yəni əgər də bundan istifadə edə bilmirsinizsə, siz mütləq bunları araşdırın. Sonra biz idarəetmə prosesində SİMA-dan, daha doğrusu məktəb rəhbərliyi EMAS-dan istifadə edir və təsdiq üçün işçiyə SİMA vasitəsilə təqdim olunur. EMAS bilirik də nədir? Əmək və məşğulluğun alt sistemi. Sonra UTIS platformamız var, Ümumi Təhsil İnformasiya Sistemi. Bizim regionda tətbiq olunan ATIS proqramı var, platforması var, daha doğrusu belə deyək, avtomatlaşdırılmış təhsil idarəetmə sistemi. Plus əlavə olaraq səriştəli idarəçi müəllim platforması var ki, bu bizim region. Bizim region dedikdə Şəki-Zaqatala Regional Təhsil İdarəsini nəzərdə tuturam. Bir də ki, başqa bir regionda da tətbiq olunur bu dediyim səriştəli idarəçi müəllim. Lənkəran Astara Regional Təhsil İdarəsi üzrə əgər qoşulan müəllimlər varsa, yəqin ki, onlar da dediyimi təsdiq edər. Orada da bu SIM platforması tətbiq olunur. SIM platforması dediyim səriştəli idarəçi müəllim, həm müəllim, rəhbər, ondan sonra heyəti şagirdlər, hətta valideynlər, artıq valideynlər üçün də artıq bu istiqamətdə işlər aparılır. Valideynlər də həmin platformadan istifadə edə biləcəklər. Belə bir platformaları qeyd edə bilərsiniz. Sonra Pedaqoji Şura, yoldaşlar. Pedaqoji Şuranı biz ayrıca keçmişik, yəni bu qrupda biz ayrıca keçmişik və Pedaqoji Şura haqqında əsasnamə var. 2010-1486-cı il tarixli Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş.
Və ümumiyyətlə pedaqoji şura biz bilirik ki, ali idarəetmə orqanıdır. Pedaqoji şura haqqında mən burada geniş məlumat təqdim etməyəcəm. Biz pedaqoji şuranı ayrıca keçmişik. Çünki pedaqoji şuranı təkcə danışmaq üçün burada 1 saat vaxt lazımdır ki, mən onu geniş danışım. Əsas qısa qeydlərimi burada deyim ki, pedaqoji şura ali idarəetmə orqanıdır. Burada qərarlar adi səs çoxluğu ilə qəbul edilir. 3/2 iştirak etdikdə pedaqoji heyətin 3/2 iştirak etdikdə pedaqoji şura səlahiyyətli hesab olunur. Ondan sonra pedaqoji şura öz fəaliyyətini nəyə əsasən həyata keçirir? Yəni pedaqoji şura həm bu qeyd etdiyim 1486 nömrəli əsasnaməyə əsasən təşkil olunur, fəaliyyət göstərir. Bir də ki, dövlət və bələdiyyə tərəfindən yaradılan nümunəvi nizamnamənin deməli təsdiqi bilirsiniz də 300 nömrəli qərardır, hansı ki 13 iyun 2024-cü il tarixli 300 nömrəli qərar. Həmin qərara uyğun olaraq məktəb öz fərdi nizamnaməsini hazırlamalıdır. Bu fərdi nizamnaməni bir də pedaqoji şura haqqında əsasnaməni 2 sənədi rəhbər tutaraq pedaqoji şura fəaliyyət göstərir. Yəni bu 2 normativ hüquqi sənədə uyğun pedaqoji şura fəaliyyətini həyata keçirir. Bunu yadda saxlayın. Və təbii ki, pedaqoji şurada müəllimlər pasiv dinləyici olmamalıdır. Hər bir kollektiv üzvü, yəni pedaqoji heyət dedikdə bura psixoloq da daxildir, laborant da, kitabxanaçı da, uşaq birliyi təşkilatı rəhbəri, gənclərin çalışa qədərki hazırlıq rəhbəri, müəllimlər. Yəni bunlar pedaqoji heyətdir və hər biri pedaqoji şurada iştirak etməlidir. Səs vermədə iştirak etməlidir. Pedaqoji şuranın keçirilməsi, gedişatı, qərarların qəbulu və s. bunların hamısını biz sizinlə danışmışıq və mütləq bir məsələni də qeyd edim burada. Biz bilirik ki, hər bir qərara əmr yazılmalıdır mütləq. Yəni qərar varsa əmr var deməkdir. Yəni yoxlama gəldiyi zaman pedaqoji şuranın protokol kitabına baxır və əmr kitabına baxır ki, həmin tarixdə yazılan qərarın əmri var, yoxsa yoxdur. Mütləq qərar varsa əmr də olmalıdır. Bunu yadda saxlayın. Belə pedaqoji şura ilə bağlı belə qısaca fikrimi qeyd edim və təbii ki, intizam tənbəhi. Əgər müsahibədə sizə suallar, belə bir sual ünvanlanırsa ki, siz intizam tənbehini necə tətbiq edərdiniz? Siz belə bir halda dərhal intizam tənbehini bu formada tətbiq edərdim. 186-cı maddəyə uyğun olaraq prosedurları qeyd etmirsiniz. Çalışın müsbət yönlü müsahibədə danışasınız və deyəsiniz ki, mən çalışardım ki, birbaşa işçiyə intizam tənbehini tətbiq etməyim və mənim ümumiyyətlə intizam tənbehin tətbiq olmasına məqsədim də nədir? Cəzalandırmaq yox. Çalışardım ki, belə deyək də, işçiyə daha çox ona izah edim, islah etməyə üstünlük verim və birbaşa ona hər hansısa bir belə deyək də, intizam xətasına yol verən bir müəllim varsa, mən ona dərhal cəza tətbiq etməzdim. Nə edərdim? İlk öncə onu çağırardım yanıma, fərdi qaydada söhbət aparardım. Ola bilər həmin müəllimin və yaxud texniki işçinin bir ailəvi problemi olsun. Ola bilər bu hər hansısa bir görüləcək işlə bağlı bu işi başa düşməyib, tapşırığı başa düşməyib və yaxud da ki, müəyyən bir deyək ki, səhhətində problem ola bilər. Mən çalışaram ki, İlk öncə onun problemi nədirsə, onu həll edim, ona empatiya qurum, onu başa düşüm. Bunu qeyd edirsiniz mütləq. Təbii ki, bu kimi şifahi xəbərdarlıq həyata keçirilməlidir. Və mən həmişə onu deyirəm, şifahi xəbərdarlıq əgər mən tətbiq edirəmsə, məndə belə bir jurnal var məktəbdə. İşçilərlə aparılmış fərdi söhbətlərin qeydiyyat kitabı. Deyək ki, müəllim növbətçiliyə riayət etmir. Bununla bağlı mənə təşkilatçı təqdimat yazır, həmin müəllimi dəvət edirəm və söhbət aparıram. Deyir ki, müəllim, vaxtım olmadı, işim çoxdur, hər hansısa bir bəhanəsini qeyd edir. O zaman mən həmin müəllimlə, deyək ki, növbətçiliklə bağlı söhbət aparmışam deyə qeydlərimi aparıram. Müəllim imzalayır ki, bəli, mən tanış oldum həmin xəbərdarlıqla. Yəni, mən ona şifahi xəbərdarlıq tətbiq etdim. Sadəcə söhbət apardım. Onu imzalayır. Artıq bu imzalandıqdan sonra şifahi xəbərdarlıq həyata keçirildi. Bu jurnal özüm üçündür. Sadəcə səhv eləmişəm, nömrələmişəm, qayıtanlamışam, təsdiq etmişəm. Yəni rəsmi qaydada normativ hüquqi sənəd olaraq hazırlayıb qoymuşam. Və bunları bu formada tətbiq edirəm. Ondan sonra artıq gördüm ki, yenə də
bu xəta və yaxud digər xəta tətbiq olunursa, artıq mən nə edirəm? Yazılı qaydada xəbərdarlıq tətbiq edirəm. Yazılı xəbərdarlıq təbii ki, bu intizam tənbihi sayılmır. Biz sizinlə əmək məcəlləsini geniş formada keçəcəyik, onu orada daha geniş danışacağıq və təbii ki, bu da hər hansısa bir verilmiş yazılı xəbərdarlıq yenə də bununla bağlı belə deyək də, işçi öz həyata keçirdiyi nöqsana deyək ki, və yaxud xətaya düzəliş etmirsə, artıq mən məcburam nə edim? İntizam tənbihini tətbiq edim. Düzdür, mən burada biraz geniş formada danışıram. Təbii ki, müsahibədə bu qədər geniş danışmayacaqsınız. Deyin ki, intizam tənbihini mən çalışaram ki, birbaşa tətbiq etməyim, söhbət apararam, müəyyən problemi ola bilər və s. şifahi qaydada xəbərdarlıq edərəm, sonra yazılı xəbərdarlıq, sonra təbii ki, mütləq nə etməliyəm? 186-cı maddəyə uyğun olaraq, əmək məcəlləsinə uyğun olaraq nə edəcəm? İzahat alacağım işçidən. İzahat verməkdən imtina edərsə nə edəcəm? Aktlaşdıracağam. Ondan sonra intizam xətanın dərəcəsinə uyğun olaraq mən artıq burada intizam tənbihini tətbiq edəcəm. Ya töhmət, ya şiddətli töhmət, kollektiv müqavilədə əgər qeyd olunubsa 4/1-in əmək haqqının tutulması, indi burada 4-cüsü ən ağır 70-in çesidir. Təbii ki, mən həmişə deyirəm, 70-in çesinə çalışaq getməyək. Bu çox ağır bir maddədir. Belə, bu formada, yəni işçiyə töhmət veriləndə də mütləq ona qeyd etmək lazımdır ki, hörmətli müəllim, narahat olmayın, bu son deyil, dünyanın axırı deyil təbii ki. Əgər siz daha yaxşı çalışsaz, bu istiqamət üzrə müsbət yönlü iş həyata keçirsəz, biz təbii ki 6 ay müddətində yenidən bir əmr verə bilərik. İntizam tənbihinin vaxtından əvvəl götürülməsi barədə əmr verilə bilər. Ona görə də çalışarıq ki, yenə də işçini ruhdan salmayaq. Bir də ki, rəqəmsal yanaşma ilə bağlıdır sonuncu sual, 10-cu yoldaşlar. Rəqəmsal yanaşmanı da bilirsiniz, artıq bunu belə deyək də, elektron jurnaldır, onlayn valideyn iclasıdır. Elektron jurnal haqqında bayaq müəllimə də geniş danışdı, ona görə bununla bağlı elə materialda mən sizə göndərmişəm. Gələn dərsdə bunun izahını təqdim edəcəm, çünki mən artıq indi dərsə qoşulmalıyam yoldaşlar. Yəni, deməli, rəqəmsal yanaşma dedikdə burada elektron jurnaldan necə istifadə edirsiniz, hesabatlar necə təqdim olunur, summativlər necə qeyd olunur və s. kimi suallar verilə bilər. Və yaxud, misal üçün, valideyn iclası keçirirəm, bəzi valideynləri iclasa cəlb edə bilmirəm. Onlar üçün nə edirəm? Hansı ki, valideynlər var, işə gedirlər, gələ bilmirlər, gəlməyə vaxtı olmayan valideynlər ola bilər. Onlar üçün qısa onlayn görüşlər təşkil edə bilərik. Google Meet vasitəsilə ola bilər bu görüş, Teams vasitəsilə ola bilər, Zoom vasitəsilə ola bilər. Yəni, rəqəmsal yanaşmanız necədir sizin məktəbdə? Bunu qeyd edə bilərsiniz. Və yaxud da ki, QR kod sistemi var. Dərsliklərdə QR kodlar var. Addi bizə məktəblərə göndərilən məktublar, onlar hamısı QR kodla gəlir. Əvvəllər bizə daxil olan məktublarda nömrə, tarix, əmr yazılırdı. Amma indi biz nə edirik? Burada dərsdə iştirak edən direktorlarımız var, bilirlər. Həmin məktub, əmr daxil olduğu zaman QR kodu oxuduruq, oradakı təhlükəsizlik kodunu qeyd edirik və həmin əmrin, məktubun nömrəsi artıq qeyd olunur və ona uyğun biz məktəb daxili əmr veririk. Yəni, rəqəmsal yanaşma yoldaşlar bunlardır. Sonra kiber təhlükəsizliklə bağlı ola bilər. Sonra kiber təhlükəsizliklə bağlı şagirdlərə deyək ki, internetdən necə istifadə etmək lazımdır, kiberbullyinglə bağlı bir tədbirlər keçiririk və s. bunları aşılayırıq və s. Bunları qeyd edə bilərsiniz. Belə yoldaşlar, bizim dərsimiz bu qədər. Yəqin ki, digər yoldaşlar üçün də faydalı oldu. Mən sizinlə sağollaşıram. Bu dərsimizin video izahını da göndərəcəm. Kimin üçün maraqlı olsa, videonu yenidən izləyərsiniz. Dərsə qoşulduğunuz üçün sizə təşəkkürümü bildirirəm. Sağ olun, görüşənədək.